Dostlar, salam, hər vaxtınız xeyirli olsun. Dostlar, zəhmət olmasa verilişimizi bəyənin, paylaşın. Salam dostlar, salam yazan dostlara salam olsun. Bəyənin dostlar, bəyənin, paylaşın zəhmət olmasa. Bugünkü verilişimiz çox möhtəşəm olacaqdır. Salam dostlar, salam. Yeni gelen dostlara salam olsun. Lütfen beğenin, paylaşın dostlar. İzleyicilerimiz biraz artsın. Hala zamanımızda bir 5 dakika var. Bir dakika ben de burada paylaşım. Siz de paylaşın orada zahmet olmasa. Ekrana da 2 dəfə vurun. Beğenmemiz qalxsın dostlar. Çok güzel mövzumuz olacak bu günlərim. Burada paylaşaq. Beğenin dostlar, beğenin, paylaşın zahmet olmasa. Bu günlərim verilişimizin başlığını görürsünüz. Qapaq şəklində görürsünüz. Orada da şəkillərdə də görürsünüz. Qeyd eləmişəm ki, nəinki küçük Heydər, yəni balaca Heydər. İndi mən ona küçük deyirəm. Nəinki küçük Heydər və Alyona əxlaqsızdır. Hətta bütün Əliyevlərin nəsli əxlaqsızdır. İndi mən bunu sizə buradan şəkillərlə təqdim edəcəm dostlar. Zəhmət olmasa bəyənin, paylaşın ki, hər kəsin xəbəri olsun. Düzdür, dünənlərim Mehman Hüseynov, buradan da salamlayıram Mehman Hüseynovu. Dünənlərim Mehman Hüseynov, İlham Əliyevin və Mehriban Əliyevanın gəlini olan, bu əxlaqsız, bu pozğun ailənin gəlini olan bu bar fahişəsi, bar cırığı, onunla bağlı bir neçə materiallar paylaşılıb, şəkillər paylaşılıbdır. Təbii ki, indi burada suallar yarana bilər ki, indi mən izləyirəm prosesləri. Misal üçün, Mehman Hüseynov bunu paylaşır. Təbii ki, düşməni ifşa edirsən, nə gözəl, əla. Burada qaranlıq qalan məsələlər də var. Misal üçün, el adamlar var ki, sual eləyər ki, misal üçün, Mehman Hüseynov deyir ki, biz onu pulla həll eləmişik bu şeyi. Yəni, bu şəkillərin zadının ortaya çıxması. İndi Mehman Hüseynova hansı güclər göndərib, necə göndərib, nətər göndərib, sonuçta kökündə pul yatır. Yəni, Mehman Hüseynov deyir ki, biz onu pulla həll eləmişik o işi. Mən şəxsən bu məsələyə öz fikrimi bildirmək istəyərdim ki, mən inanmıram belə bir şeyə. Demirəm ki, Mehman düz eləməyib paylaşmaqda, düz eləyibdir. Düşməni ifşa eləmək lazımdır, düşməni vurmaq lazımdır, rəzil eləmək lazımdır, biabır eləmək lazımdır. Amma mən inanmıram ki, Mehman bu məsələyə pul verib, bu işi pulla həll eləsin. Çünki əgər o şəkilləri, o materialları Mehman Hüseynova göndərən adamlar Mehman Hüseynovdan pul alıbdırsa, indi deyir İlqaraziyev falan, fərq eləmir, kim olur olsun. Əgər o şəkili göndərən adamlar pul qarşılığında bunu eləyiblərsə, onu gedib, misal üçün, Əliyev rejiminə, Əliyev ailəsinə göndərsəydi, desəydi ki, bu qədər pul verərdilər. Yəni, Mehman Hüseynov onlara 10 manat veribdirsə, Əliyevlər onlara milyonlar verər. Ki, yəni, bunu paylaşma yine. Yəni, bu məsələdə mən inanmıram ki, yəni, bunu deyir deməsinə, amma məntiqlə üstə gəlmir. Çünki əgər bu şəkillər paylaşılırsa,
bunu Mehman Hüseynova e, pulla sata bilməz. Yəni pulsuz göndəriblər desələr inanaram. İnanaram hardasa. Amma pulla göndəriblər deyirlərsə mən buna şəxsən öz fikrimi bildirirəm. İnanmıram. Niyə? Bayaq dedim. Çünki aparıb bu şəkilləri, bu materialları Əliyevlər ailəsinin qarşısına qoysa, Mehmanın verdiyi pulun 1500 qatını alar onlardan. Məntiqlə belə, düzdür dostlar? Amma hər bir halda fərq eləmir. Sonuç olaraq Mehman Hüseynov bu materialı paylaşıb və çox da gözəl eləyib və başlıqda qeyd elədiyim kimi, nəinki balaca Heydər, yəni küçük Heydər və Alyona əxlaqsızdır. Onların bütün bu Əliyevlərin oğlu, qızı, arvadı, nəsli, əmsinin qızı, hətta İlham Əliyevin özünün arvadının, Mehriban Əliyevanın porno ulduzu ilə gedib görüşməsi, şəkil çəkdirməsi, Lukashenko ilə gedib Berlində otellərdə gecələməsi, bunlar hamısı faktdır. Yəni, bilirsiniz dostlar, hər kəs bilməlidir, anlamalıdır ki, Azərbaycan bir pozğun, bir əxlaqsız, bir yaramaz, alçaq bir ailənin əlindədir. Hətta nəinki əlində, işğalındadır, əsarətinə düşüb. Bundan xilas olmaq lazım dostlar. Bundan xilas olmaq üçün biz bu ortalığa çıxan faktlardan, sübutlardan nəticə çıxartmalıyıq. Baş verən hadisələrdən nəticə çıxartmalıyıq, başımızı işlətməliyik. Ki, bizi bir xalq olaraq, bir millət olaraq bizi kimlər idarə eləyir? Kimdir bu adamlar? Doğrudan da mı bizi idarə eləyənlər bizə əxlaq nümunəsidirlər? Doğrudan da mı bunlar əxlaqlı bir ailədirlər, bir nəsildirlər? Doğrudan da mı belədir? Bizə bunun çox önəmi var dostlar. Bizə bunun çox önəmi var. Çünki bizi idarə eləyən ləyaqətli, əxlaqlı olmalıdır. Əxlaqı olmayan adamın gəlib ölkənin başında oturması bu rəzalətdir. Bu sənin, mənim bir millət olaraq hamımızın üzümüzə tüpürmək deməkdir. Ləyaqətimizə, qeyrətimizə, şərəfimizə, adamlığımıza, vicdanımıza tüpürmək deməkdir. Çünki biz buna layiq deyilik. Bir millət olaraq biz buna layiq deyilik. Necə ola bilər ki, biz özümüz düz olaq, şərəfli olaq, belə alçaqlar gəlsin, otursun bizim başımızda. Bunu qəbul eləmək mümkün deyil. Qəbul eləməyən adam da buna qarşı mübarizə aparmalıdır, savaşmalıdır, əlindən gələni eləməlidir. Hansı yolla olur olsun, hansı vasitə ilə olur olsun, bu rejimə qarşı savaşmalıdır, vuruşmalıdır, əlindən gələni eləməlidir. Çünki bizi bir əxlaqsız, bir pozğun, bir korrupsioner, qızı fahişə, arvadı fahişə, özü peysər, dədəsi peysər, gəlini barcılığı olan bir nəsil, tayfa, bir fahişə ailə idarə edir. O da idarə deyil, ha, zülüm edir bizə. Zülüm edir bizə. İdarə gənə heç olmasa məntiqə uyğundur. İdarəsilik də deyil, zülüm edirlər. Açıq-aşkar bizə düşmənçilik edirlər. Bu ailənin, bu əxlaqsız, bu pozğun, xain, bu Əliyevlər ailəsinin yaşadığı bu yaşayışını, bu obrazını millətə dayamaq istəyirlər, dayırlar da və əxlaqsızlığı yayırlar, özbaşınalığı yayırlar, narkomaniyanı yayırlar. Diqqət edirsiniz siz. İlham Əliyev, Mehriban Əliyeva, İlham Əliyev özü peysərdir, oğraşdır, arvadı fahişədir, gəlini fahişədir, qızı fahişədir. Bunlar nəsillicə fahişədirlər deyə Azərbaycan xalqının qadınlarını əxlaqsız pis yola çəkmək istəyirlər. Kişilərini də üzdən iraq, narkoman eləyirlər. Rəzil günə qoyurlar. Qoya bilmədiklərində ölkədən qovalayırlar. Və yaxud da türmələrə doldururlar. Başlarına minoyun açırlar. Vəziyyət budur. Reallıq budur ölkədə dostlar. Reallıq budur. Zəhmət olmasa bəyənin, paylaşın dostlar. İndi mən sizə şəkilləri bir-bir təqdim edəcəm dostlar. Deməli, bütün ölkə gündəmini zəbt eləyən bu məsələni bilirsiniz. Yəni, İlham Əliyevin, Mehriban Əliyevanın bu peysər oğlu, bu xəstə, bu şəxsiyyətsiz alçaq. Bilirsiniz, mən indiyə qədər nə qədər mübarizə aparmışam, neçə illərdir mübarizə aparım. Mən İlham Əliyevin oğludur, gəlinidir.
Bunlara qarşı mən yəni çıxmıram, çıxmamışam da. Hə ola bilər arada onun oğlu ilə bağlı nəsə söz düşər, söz arası deyərəm, amma belə bu qədər üstlərinə getməmişəm, bir şey deməmişəm. Amma baş verən hadisələr, gedən proseslər onu göstərir ki, bunların gəlinlərin də elə üstünə getmək lazımdır. Dırnaq arası gəlin deyil, fahişəsi. Oğlun da üstünə. Hamısının üstünə getmək lazımdır. Çünki İlham Əliyev peysərdir, oğul da peysərdir. Arvadı fahişədir, gəlini də fahişədir. Qızı da fahişədir, hamısı. Hamısı. Mən bu günə qədər bunlara dəymirdim, toxunmurdum, haqqında danışmırdım. Niyə? Çünki baş qoşmurdum, fikirləşirdim ki, bu ölkənin başında duran İlham Əliyev, Mehriban Əliyev, onun o terrorçu komandasıdır. Bunlara qarşı dirəniş göstərməlidir. Bunlar kimdir ki? Heydəridir, gəlinidir. Amma baxıram ki, bunlara ailəlikcə dalına pas soxmaq lazımdır. Ailəlikcə, nəsillikcə bunlara pas soxmaq lazımdır. Yəni bir pozğun ailə gəlib oturub, baxın ha, bizim milyardlarımızı talayıb, gedib Ukraynada hansısa bir bar cırığını alıb gətirib, bizim milyardlarımızı onlara yedizdirirlər. Qızın dədəsinə, anasına, özünə yedizdirirlər. Bizim kimi insanları, vətəndaşları, oğulların haqlarına uğrayacaq, aparacaq, bar zırıqlarına yedizdir, ay İlham Əliyev, ay Mehriban Əliyev, ay peysərlər, ay fahişədən törəyənlər. Bizim haqlarımızı apar onlara yedizdir. Biz də zülüm çəkək, biz də əziyyət çəkək. Hələ bunlara qarşı da biz mübarizə aparmamalıyıq ki, biz düzgün yolda deyilmişik. Bizə nə bilim, erməniyə işləyən, gedib bizim qohumlarımızı tutursunuz, sən İlham Əliyev, Mehriban Əliyevə sizin o fahişədən əmələ gələn polisləriniz, DTX-nız gedib bizim qohumlarımızı, ailələrimizi tutursunuz, həbs edirsiniz, bizə qarşı çıxardırsınız. Mənim şəxsən qohumumu gedib 2 daimi həbs ediblər, həbs ediblər. 2 daima deyiblər ki, çıx ki, Rafael sən üzdən İraq deyinsiniz 2 daima. Onlar qəbul eləməyiblər. Deyirlər, necə yəni, nə üzdən İraq? Niyə deməliyik ki? Deyirlər ki, siz deməlisiniz, dirəniblər. Onlar da deyirlər ki, deməyəcəyik. Bunlar da deyirlər, deməsəniz, sizi biz həbsə atacağıq. Atıblar mənim 2 daima həbsə, ay yarım saxlayıblar həbsdə. Sonra gediblər Bərdədə mənim, dayılarım Tərtərdə qalır, orada yer tutublar. Atıblar içəri, ay yarım qalıb, sonra buraxıblar. Sonra gedib mənim Bərdədə əmimi çıxardıblar. Əmmim oğlunu çıxardıblar. Efirəki çıx buna üzdən İraq deyilən. Bərdədə çaylağın qıranda verilmiş. Yəni, Tərtərdə gedib mənim dayılarımı həbs ediblər. Əgər dayılarım bunların sözünə baxsaydı, çıxıb desəydi ki, Rafael üzdən İraqdır, daldan verir. Deyəcəkdilər ki, Tərtər çaylağın qırağında. Orada alınmayıb, gediblər Bərdəyə. Bərdədə mənim qohumlarımı tutublar, həbs ediblər. Aparıblar bölmədə, indi onlar qorxaq çıxıb. Dayılarım cəsarətli çıxıb, qormayıb, bunlar qorxaq çıxıb. Götürüb onları həbs ediblər. Deyiblər ki, sən çıxıb Rafaelə deməlisən ki, bu üzdən İraqdır, daldan verir. Bərdədə çayın qırağında. Yəni, başa düşürsünüz nə baş verir? Ay İlham Əliyev, ay Mehriban Əliyeva. Və siz bizə qarşı tək mənə yox, digərlərinə də qarşı. Oradan o xaricdən danışan Orduxan özüdür, Teymurxan. Sonra nə bilim Mirzəlinin özüdür, digəridir. Bunların hamısının ailələrinə qarşı uğraşlıq elədəcəksiniz. Alçaqlıq elədəcəksiniz. Bəli, bunların içində Mirzəlinin, Cəmil Həsəninin qızını paylaşdılar. Bəli, onlar əxlaqsızdılar. Amma paylaşmaqdan məqsəd nə idi? Hə? Məqsədi qoyduq bir kənara. Sizin özünüz əxlaqsızsınız siz. Yəni siz özünüz əxlaqsızsınız. Mirzəlinin götürüb bacısının o əxlaqsız videosunu bizə göstərməklə nə demək istəyirdiniz ki? Və yaxud da Cəmil Həsənlinin, və yaxud da mənim gedib qohumlarımı çıxardıb efirə dedizdirirsiniz ki, buna daldan verən deyilən. Yəni bunu dedirdən adamların özləri İlham Əliyev, Mehriban Əliyeva. Bunlar özləri əxlaqsızdır, bunlar özləri fahişədirlər. Başa düşürsünüz ay cəmat, ay millət. Bəyənin, paylaşın zəhmət olmasa. Bunların özləri əxlaqsızdır, özləri tərbiyəsizdir.
Həmən bu Əliyevlərin indi bu ortalığa çıxıb, Alyona, Malyona, nə bilim, Fahişəyona, Heydərin, balaca it köpək oğlu Heydərin fahişə arvadının şəkilləri, materialları çıxıb. Bu təhcə Alyona deyil ki, bunlar nəsillikcə belədir. Ta Heydərdən tutmuş Alyonaya kimi. İndi mən sizə göstərəcəm şəkillərini. Bəyənin, paylaşın zəhmət olmasa dostlar. Yəni, nəsillikcə fahişə olan bu adamlar mənim gedib ailəmi, qohumlarımı tutub efirə çıxardılar ki, çıx buna denə, sən üzdən iraqsın, sən çayların qıranda dalını belə eləyiblər. Fikir versən İlham Əliyev, Mehriban Əliyeva. Görürsünüz iç yüzünüz necə asılır? Görürsünüz necə maskalarınız düşür yerə? Təhcə Alyona yox ha, bütün nəsillikcə fahişə olduğunu sübut olunur. Beğenin dostlar, beğenin, paylaşın. Efirimiz niye böyle zayıftı dostlar? Beğenin, paylaşın zahmet olmasa. Beğenin, paylaşın. Şimdi bu kısa telefonu bir dakika planşete asım. Orada da şəkillər, oradan göstereceğim indi mən sizə. Mənim gedib qohumlarımı tutub, televizora çıxardıb, Rafael Piyev üzdən iraqdı dedizdirəm, bu fahişə ailə, bu cında ailə, bu tıvar ailə, bu qapaq şəkilində görürsünüz burada, bu efirin. Özləri nəsillikcə fahişədirlər, nəsillikcə ha, Heydərdən tutmuş, düz Alyonaya qədər. Hamısının şəkilləri buradadır. Bir-bir sizə indi təqdim edəcəm mən bunu. Mən haqqım üçün savaşıram, sən mən həyatımı məhv eləmsən, gələcəyimi, arzularımı pis eləmsən, mən sənə qarşı savaşıram, əcəb edirəm, yaxşı edirəm. Buna görə mənim qohumlarımı tutub, mənə qarşı çıxarttırarsansa, mən sənin burada gəlinini qoyub, gəlinin ağzına söyərəm İlham Əliyev və söyləyəcəm də. Sənin İlham Əliyev, arvadın fahişə, Lukashenko ilə Berlində otellərdə gecəliyən, arvadın Mehriban Əliyevanın ağzına söyərəm, üzünə söyərəm. Bəli, buna mənim haqqım çatır. Buna şərait yaradan sizlərin özünüzsünüz. Hə, dostlar, bu açdı bir dəqiqə. Keçək yavaş-yavaş şəkilləri təqdim edək. Baxın, diqqət edin dostlar. Deməli, bir dəqiqə. Hə, getdik dostlar. Bu şəkili görürsünüz siz. Şivarnadzedir, nədir o Gürcüstanın köhnə prezidenti. Bilirsiniz də Gürcüstanın köhnə prezidenti. Şivarnadze. Ortadakı da Aygün Kazımovadır. Bu tərəfdəki də Heydər Əliyevdir. Aygün Kazımovanı orada da Azərbaycan bayrağı qoyublar. Çağırıblar stollarına, məmələrini əlləyirlər. Diqqət edirsiniz, görə bilirsiniz dostlar, şəkil necə görsənir? Bir də zəhmət olmasa yazın görə, şəkil necə görsənir? Bir yazın görə şəkil necədir? Səs, görüntü, şəkil necədir? Bir yazın görə zəhmət olmasa. Görürsünüzmü şəkili? Görsənirmi? Hə, görsənir, əla, çox sağ ol qardaşlar, dostlar. Diqqət edirsiniz siz. Gürcüstanın köhnə prezidenti Şınardadır, nədir adı? Yadımdan da çıxdı, bayaq dedim. Aygün Kazımova da ortada. Heydər Əliyev də yanında hırıldayır, Şina vardır. Yəni ki, sıra məndədir. Sən əlləginə, sonra da mən əlləyəcəm. Azərbaycan bayrağı da arxalarında. Bu Heydər Əliyevdir. Ay İlham Əliyev, ay Mehriban Əliyeva. Ay sizin o terrorçu, xain alçaq rejiminiz. Ay biqriyyət, əxlaqsız köpək aşağı. Bu Heydər Əliyevdir.
İndi keçək digər şəkillərə. Görək siz kim olmusunuz? Heydərdən başlayaq. Görək siz kim olmusunuz? Siz bizim kimi insanlara haqqını tələb edən, doğruları deyən, dirəniş göstərən, gələcəyini, həyatını, ömrünü, gününü məhv elədiyiniz adamları üzdən elə qəsəb eləyirsiniz. Gəlin bir elə bir sizin nəslinizi araşdıraq görək siz kimsiniz. Keçdik dostlar İlham Əliyevə. Türkiyədə İlham Əliyev Ebru Gündeşlə. Bir dəqiqə. Onun başqa bir şəkli var ya burada. Bir dəqiqə deyən görüm haradadır. Bir dəqiqə. Hə. Bu da İlham Əliyevlə Ebru Gündeş dostlar. Görürsünüz. İlham Əliyevlə Ebru Gündeş. Tans eləyirlər, göbəyini əlləyir. Kefdə damaqdadır. Millət Qarabağda can qoyur, savaşır. Xocallıda insanları qətl eləyirlər. Bunlar qol-qola girib qəşəkçi orada göbəyini zadını əlləyir, götünü zadını əlləyir. Baxın, diqqət eləyin siz dostlar. Fikir verin. Bu İlham Əliyevin Ebru Gündeşlə elədiyi pozğun hərəkətləridir. Bu alçaq hərəkətləridir. Heydər getdi. İlham da getdi. Keçir indi Mehriban Əliyevaya. Keçir indi Mehriban Əliyevaya dostlar. Hə, Mehman Hüseynov da burada yazır. Salam qardaş, hər vaxtın xeyir olsun. Xoş gəldin. Buradan da salamlayıram Mehman Hüseynova. O gördüyü işlərə görə, çəkdiyi əziyyətə görə həqiqətən, yəni bayaq dedim mən, hər bir halda Mehman Hüseynovun atdığı addım xeyrimizədir. Düzdür, buna çox məntiqlə düşünüb söz demək olar. Mehman Hüseynova material necə gəlibdir, nətər gəlibdir. Yəni Mehman Hüseynov bunu pulla alıbdır, pulla satan adam gedib Əliyevə sata bilməzdim. Yəni çox şey demək olar. Amma hər bir halda bizim xeyrimizədir. Mən çox sağ ol deyirəm, əziyyətinə görə, həqiqətən. İndi mən onunla da bağlı danışacağım. Mən Mehman Hüseynovun özünə də qarşı bu, nə bilim, intim videosu paylaşacaq, necə, bununla da bağlı danışacağım. Keçir indi dostlar Mehriban Əliyevaya. Heydəri göstərdik. Məmə əlləməklə məşğuldur Heydər, məmə əlləməklə. İlham Əliyev də Ebru Gündeşlə göbək əlləməklə, göbək əlləməklə məşğuldur, göbək əlləmək. İndi keçirik Mehriban Əliyevaya. İlham Əliyevin fahişə, əxlaqsız, alçaq, ikiyüzlü arvadına. Keçirik ona. Necə görsənir dostlar? Şəkil necə görsənir? Şəkil necə görsənir? Mehriban Əliyeva, yanında da bir dənə Fransanın porno olduzu Madina Rod. Diqqət edirsiniz, görsənirmi şəkil dostlar? Görə bilirsinizmi? İndi mənim indi proqramım zadım yoxdur, mən çıxan belə efirdən. Yəni mən telefonla həll edirəm bu işləri. Fikir verirsiniz Mehriban Əliyeva. Yanındakı da ki Madina Roddur. Seks ulduzu, kişi, porno olduzu. Mehriban Əliyevanın porno olduzu ilə nə işi var ki? Hə dostlar? Nə iş ola bilər ki? Yəni İlham Əliyevin arvadı Mehriban Əliyevanın bu porno olduzu ilə nə iş ola bilər ki? Nə var ki orada, nəyə gedir ki? Özdə bunu 2011-ci ildə paylaşıbdı. Bunu sağ olsun Mehman Hüseynov paylaşmışdı. Mən onu gördüm orada. 2011-ci ildə status paylaşıb Mehriban Əliyeva, sonra silibdi. Həmən günü paylaşıb, həmən gündə silibdi. Biabır olmamaq üçün. Araşdırmalara görə orada Mehriban Əliyeva yazıbdı ki, aktrisa ilə görüşümüz baş tutdu. Sən deməcə bu aktrisa deyilmiş bu. Bu porno olduzuymuş. Girin. Bax, Google-də, mən demirəm, desəm ayıb olacaqdı. Lazım deyil. Amma bu internetdə var fakt. Bax, bu Nadina Rod seks ulduzdur. Pulla seksə çəkiləndir bu. Mehriban Əliyeva bu Nadina Rodun yanında nə gəzir ki? Ora nəyə gedibdir ki? Diqqət edirsiniz dostlar. Hə? Və yaxud da salamlar olsun. Bəyənin, paylaşın dostlar.
İndi dostlar, keçək burada Cəlal Əliyevin Cəlal Əliyevin qızı Cəlal Əliyevin qızı İlham Əliyevin əmisi qızı. Yunanistan'da narkotiklə tutulan, DJ işləyir, özü də əxlaqsızın biri, gecə gündüz barlarda, diskotekalarda. Buyurun. Beğenin dostlar, beğenin, paylaşın. Dikkat edirsiniz, siz İlham Əliyevin əmsi qızıdır bu. Cəlal Əliyevin qızı, əmsi qızı. Cəlal Əliyevin qızıdır. İlham Əliyev əmin qızıdır bu. Bayaqdan göstərirəm, dədəm məmə əlləyirdi. Özün Ebru Gündeşin göbəyini məməsini əlləyirdin. Arvadın gedib porno ulduzu, Fransanın porno ulduzu Madina Rodla görüşübdü. Sonra əmin qızı diskotekalarda narkotiklə tutulur. DJ-lik eləyir. Sonra bunun başqa şəkil... Buyur. DJ-lik eləyir, buyurun. İlham Əliyevin əmisi qızı. Baxın, İlham Əliyevin əmisi qızı. Baxın. Bu da Cəlal Əliyevin qızı. İlham Əliyev. Mehriban Əliyeva. Ay, əxlaqsız alçaq yığın alçaq. Ay, namussuz yığın namussuz. Siz busunuz, Siz busunuz. Başa düşdünüz, siz busunuz, bu. Cəlal Əliyevin qızı. Pozğun, əxlaqsız, narkoman, diskotekalarda, barlarda, fahişəxanalarda DJ-lik eləyir. Siz busunuz. Siz bizim ailələrimizi gedib həbs eləməklə çıx Rafael Piriyevə daldan verir, üzdən İraqdır. Nə bilim, Mehman Hüseynova zəng edirsiniz ki, sənin intim videonu paylaşacaq. Bizə mehman yox, bizə bu lazımdır. Siz kimsiz ki siz? Siz nəsillikcə fahişəsiniz, siz? Şərəfsizdir, ay uğraşlar. Bir dəqiqə. Bunlar dədəbala peysərlərdir. Bunlar ikisinin də arvadı cırıqdır. Balaca o Petka Heydərində o peysər İlham Əliyevin arvadıdır. Necə göstərdim də. İlham Əliyevin arvadı Fransada porno olduğuna gedib görüşüb şəkil çəkdirir. Çox maraqlı olan nəyə gedirmiş ki? Bu kimdir ki belə? Bu nə axtarır orada? Mehriban Əliyevin nə axtarırdın ki orada? Keçək indi bu Alyuşanın şəkillərinə. Baxaq ki, bu Alyuşa nə? Burada bir dənə şey göstərim dostlar, baxın. Lukashenko ilə Mehriban Əliyeva. Mehriban Əliyeva Lukashenko ilə Berlində nə gəzirdin ki? Qəzetlər yazırdı bunu. Qəzetlər yazırdı, mən Facebookda paylaşmışam. And olsun Allah, qəzetlər yazırdı. Ki Berlində Lukashenko ilə Mehriban Əliyeva bir gecə, yəni gecə oteldə qalıblar, oteldə nədir, gecəliyiblər. İlham Əliyev, arvadın nə gəzirdi bu peysərin yanında? Ay tıvar, ay şəkal. Arvadın nə gəzirdi İlham Əliyev bu nədir, Lukashenko'nun yanında? Ay uğraşa, şərəfsiz, namussuz. Siz bu bilin nəsillikcə fahişəsiniz. Sonra da biz Azərbaycan xalqının haqqı üçün savaşırıq, vuruşuruq, direniş göstəririk, əlimizdən gələni eləyirik. Haqlarımız üçün savaşırıq. Bizə deyirsiniz ki, yox, siz saxlayın, danışmayın. Siz, nədir, Rafael Piriyev, sən Bərdədə arxanı verirdin sən. Axı, bu belə deyil, axı, siz mənim qohumlarımı gedib efirə çıxardıb o sözü deyiktirirsiniz, məcbur, şöbələrdə, bölmələrdə. Amma sizin faktiki olaraq şəkilləriniz var, Sizin faktiki olaraq şəkilləriniz var, ay İlham Əliyev. Ay şərəfsiz köpək oğlu, bir dəqiqə dostlar. Sizin faktiki olaraq şəkilləriniz var. Bax, sənin, buyurun. Diqqət edin dostlar, bu balaca Petka Heydərin arvadıdır. Transa oxşuyur. Buna bax, bunun vidinə bax, bunun fasonuna bax. Mən düzdür, video, fasona, indi burada barda şəkillər zadı var, onu göstərəcəm. Mən burada video, fasona, bara niyə getdin, nədən getdin, məsələ o deyil. O məni ilgiləndirmir. O mənim
işim deyil. Mən qarışmıram ona. Ona qalsa bara başqalar da gedir. Məsələ o deyil. Amma ölkənin başında oturanlar, bizə əxlaqdan danışanlar özləri bar fahişələridir. Məsələ burasındadır. Yəni ölkənin başında oturan bar fahişələri bizim haqlarımızı oğurlayıb. Biz bunlara qarşı sözümüzü deyirik, haqlarımız üçün savaşırıq. Bizim gedib qohumlarımızı tutub həbsxanaya doldururlar ki, çıx buna denən ki, sən Aeroflot bilib dalını çaylağın qıranda verirdin. Təsəvvür edirsiniz siz. Məsələ budur. Mən yoxsa belə kimisə geyimidir, bara gedir, şərə gedir, hara gedir. O məni maraqlandırmır, o məni ilgiləndirmir o. Amma biz haqqımız üçün, savaşdığımız üçün, doğruları dediyimiz üçün, xalqın sözünü dediyimiz üçün, xalqın gözünü açdığımız üçün bizə qarşı alçaqlıq eləyən adamların özü bunlardır, dostlar. Özü bunlardır, bu yüzdən iraqlar. Bu fahişələr, bu namussuzlar, bu transa oxşayan o fahişələr, cındalar. Məsələ budur. Məsələ budur. Kimdir ki bu adamlar? Niyə bizə bu sözü deməlisiniz ki? Kimsiz ki siz? Balaca Petka Heydərin arvadı. Buyurun. İlham Əliyev, buyur bax ki, qəhbə gəlinə bax ki, çıxardıb Rafael Piriyevə qarşı qohumlarını çıxardırdın. Nə bilim, Mirzəlininki oradan. O birisi, nə bilim, o Mehman Hüseynovun götürüb ailəsinə gedib deyiblər ki, Mehman Hüseynov nədir? Bütün videolarını silsin, yoldan çəkilsin, biz onun intim videolarını çəkəcəyik, nə bilim, paylaşacağıq. Mənə Mehman lazımdır, mənə siz lazımsınız. Siz kimsiniz, siz bizə cavab verin. Mehmanı neyirlər? Mehman sıravi bir vətəndaşdır mənim kimi. Özündə az çox cəsarət tapıb sözünü deyir mənim kimi, digərlər kimi. Siz bundan danışın, bundan. Siz busunuz. Başa düşdünüz? Bizim haqlarımızı oğurlayıb, aparıb bax gəlinə, bu qəhbə gəlinə İlham Əliyev. Bizim haqlarımızı oğurlayıb, aparıb bu qəhbə gəlinə qəşəng rəyli rüylü, lifçilər arıb geyindirib, nədir, hovuzlarda, dənizlərdə şellənirsiniz. Siz buna cavab verin. Buna cavab verin. Mehmanın videosunu paylaşacağım intim gibi. Mənə nə? Mənə nə? Gedib Mehmana deyəcəm, niyə sən intim elədin? Hə? Mən vətəndaşım, mənə cavab verəcəm. Mən pulumu aparıb qəhbə gəlinə lifçi almışsan, geyindirib atırsan belə hovuzlara, kefdəsiz, damaqdasınız. Kayıfdasınız. Siz mənə buna cavab verin. Mənə neyirəm mən Mehmana? Neyirəm o birisinin nəyini paylaşdığın ailəsinə? Mənə nə ki? Mənə nə? Heydər Əliyevin balaca Petka Heydərin çırıq arvadı. Baxın. Mehman Hüseynov paylaşıb bu şəkillərin hamısını. Sağ olsun. Deyən gerək başqa nədir? Hə, buyur. Sən İlham Əliyev, bu qəhbə arvadının götünü aldığın o Nike şey var, nədir şortik, Nike şortik. Bu mənim haqqımla almışsan. Mehmanın, nə bilim, digərlərinin, bizim qardaşlarımızın, evlatlarımızın haqlarını uğrayıb, belə aparıb qəhbə gəlinə, belə Nike şortiklər alıb geyindirib, belə seksi şəkillər çəkdirib, özünüzü reklam edirsiniz. Qəhbə sizsiniz. Siz cındırsınız, siz xainsiniz. Siz bizim pullarımızı uğrayıb aparıb, belə qəhbə gəlinizə şortik tursiya alırsınız. Sonra da deyirsiniz ki, biz nə bilim əxlaq nümunəsiyik xalqa. Xalqı xidmət edirik. Hə? Siz busunuz. Siz busunuz. Başa düşdün? Heydər Əliyev, Petka. Anası cırıq, bağışçı cırıq. Nəsli fahişə. Bizim haqlarımızı uğrayıb aparıb götünüzə tursi, şalvar, əyninizə paltar alırsınız. Göt verənlər. Biz bunu deyəndə biz oluruq üzdən İraq. Hə? Bizim intim videolarımız üzə çıxmalıdır. Xeyr ola. Mənim intim videom var, onun sənə nədiyyəti var. Sənə nədiyyəti var. Arvadınla yatıram, qızınla yatıram, bacınla yatıram, ölündən yatıram, dirindən yatıram. Dəlisiniz abalasınız. Hə? Dəlisiniz. Mehmanın bilmirəm neçə yaşı var, hər nədir? Evli adam deyil, subaydı mənim kimi. O da bir qadınla bir tanışlığı olacaq da. Güya sən onu paylaşsan nə olacaq ki?
Biz deyəcək ki, Mehman, sən niyə bunu eləyirsən? Normaldır, pedofillik eləməli. Subay adamlıq bir qadınla tanışdığımız olmalıdır da. Onu deməkdir ki, bunun bu mübarizəyə nə adət var? Sən mənim haqqıma girmirsən, aparıb arvadına, qızına, anana, bacına, nəslinə tursi lifçi alırsan. Sən bundan mı danışırsan? Mənim haqqımı arvadının götürən niyə tursi alırsan ki sən? Anlamadım mən. Sən bundan mənə danış. Siz bundan danışın, Əliyevlər ailəsi. Mən neyirəm bunun nədir intim videosu? Onun mənə nə adiyyəti var ki? Neyirəm mən onu? Sən bundan danış. Geyinin, keçinin, Azərbaycan xalqının milyardlarını uğrayın, saçınıza, başınıza, götünüza, başınıza xəşlətdirin, xəşləyin, yeyin için kef eləyin. Ya biz də haqqımızı tələb eləyəndə, yox, Rafael danışmacına sən Bərdədə daldan versən, bax qohumların deyir. Nə bilim, Mehman danışmacına sənin intim videoların var. Sənə nə? Sənə nə? Sən mənim haqqımı uğrayıb aparıb qəhbə gəlinə tursi lifçi alırsan, aparıb qəhbə gəlinə yedizdirirsən. O bar sənin, bu bar mənim, o diskoteka sənin, Amerika mənim, Amerika mənim. Siz bunu eləyirsiniz. Siz buna cavab verin, mənə buna cavab verin. Buna mənim haqqım çatır ki, hesabat aparım. Hesab istəyim səndən, bunu mənim haqqım çatır. Və yaxud da Mehmanın, digərinin, hamımızın. Siz buna cavab verin. O nə deməkdir? Kim başını qaldırır, sənin intim videon var, sənə nə kişi? Sənə nə kimsən sən? Bu şəkilləri niyə təqdim edirəm? Niyə belə danışıram? Belə acı. Adama yer eləyir, qardaş. Təsəvvür edin, mən sizin haqqınızı giyirəm. Və mənim hər şeyim pozğun olsun. Durum sizə deyim ki, mən sizin intim videonuzu paylaşım. Siz də bilirsiniz ki, bunun nəsillikcə fahişədir bu. Kimə nə danışır? Nə danışsan sən? Nə nağıl danışsan? Sən bizim haqqımızı uğurlamısan. Sən bizim milyardlarımızı uğurub aparıb hər yerə səpəliyirsiniz. Siz nə danışırsınız? Siz buna cavab verin. Başa düşdünüz? Artıq o metodlar işləmir. Yox, nə bilim, onun intim videosu, bunun nə bilim, seks şəkili, onun lüt şəkili. Əvvəllər mən mübarizəyə başlayanda dostlar, mənə də deyirlər ki, sənin lüt şəkillərin var, onu paylaşacaq. O da mənə də deyirlər, mən də belə oturub fikirləşirəm, bu dəlidirlər, nədirlər, mənim lüt şəkilimi paylaşacaqlar, nədir? Mənim lüt şəkilim kimə lazımdır? Bunlar səyidlər, nədirlər? Bu nə deməkdir belə? Gör, bunlar özlərini nə günə qoyurlar? Gör, bunlar ayaqda qalmaq üçün hansı yollar əl atırlar? Sənin lüt şəklini paylaşacaq, onun nə bilim, anasının şəklini paylaşacaq, bunun nə bilim, intim, dəlisiz, nəsiz, xəstəsiz, abalasız. Biz haqqımız üçün savaşırıq, biz haqqımızı istəyirik. Bizim haqqımıza girmişsiniz. Mənim 40 yaşım var, Rafael Piriyev, görürsünüz sifəti, Rafael Piriyev. Həyatımı məhv eləmişsən, gələcəyimi, arzularımı, talihimi pis eləmişsən. Sən mənə qarşı istəyirsən 100 dənə video çıxar. Mənə cavab verir, mənim videomun sənə nə adiyyatı var? Mən kimlə yatdım, sənə nə adiyyatı var? Mənim haqqıma girmişsən, ona cavab verginən. Məsələ budur. Buna cavab verin. Siz bunun mübarizəsi gedir meydanda bu dəqiqə. Mənəm, digəri də elə Mehmanıdır. Rəsulullah salam ilə buradan hamının. Yeni gələn dostlar da bəyənin, paylaşın dostlar. Yəni sizin nə adiyyatı var? Biz haqlarımız üçün savaşırıq. Bizim haqlarımıza girmişsiniz. Bizim hüquqlarımızı tapdalamışsınız. Bizim gələcəyimizi uğramışsınız. Mən Rafael Piriyevin gələcəyini uğramışsınız. Arzularını, planını, projesini, həyatını məhv eləmişsiniz. O da buna cavab verginə, değil mi? Sən necə mən daldan verdim, qabaqdan verdim, nə bilim, intim videomsun. Sənə nə, sənə nə? Sənə nə? Sən mənim qeyrətimi çəkirsən sən. Anlamadın, sən mən düşünürsən sən. Sən yataqda yatmamalıydın, daldan verməməliydin. Nə bilim, gəhdirsiniz, nədir, İrana işləyir, Turana işləyir, Erməniyə işləyir, hər cür ad qoyursunuz. Yəni sən məni fikirləşirsən, sən mən düşünürsən sən. Buna gedib oturub pülüyürlər. Buna baxın. Petka Heydərin arvadı. Baxın, baxın. Ağzına qəlyandan alıb duman pülüyür. İlham Əliyev, bax ki, bax.
O Peysər oğlun var, Peysər oğlun. Özünə bir dənə transa oxşayan göt verən daldan qoyduran bir dənə arvad alıb özünə. Bu siz busunuz. Sonra da götürür Rafael'in anasının şəklini paylaşıb bu Türkiyədə verir. Siz özünüzdən danışın mənə. Siz özünüzdən danışın. Bizim başımıza gəlib əxlaq nümunəsi olan sizlərsiniz. Siz özünüzdən danışın. Sən mənə şər atmaqla, böhtan atmaqla bu işlər düzəlməz ki. Bu işlər yoluna girməz ki. Sən məni mübarizədən iyrəndirib çəkindirə bilmərsən ki. Vallahi. Bu da yataqda çəkibdir. Heydərin arvadı. Bax, ay balaca Heydər, arvadına girdirsin bütün dünyanın kişiləri. At Peysərə yaşa. Sizin sülaləniz fahişədir. Sizin tayfanız fahişədir. Baxın. Sizin tayfanız fahişədir, sülaləniz. Bax, bayaqdan göstərirəm mən. Heydərin məmə əlləməsi, nədir, Mehribanın porno olduzu ilə gedib nədir, görüşməsi, İlham Əliyevin Türkiyədə Ebru Gündeşlə tans elib göbəyini, məməsini əlləməsi, sonra Cəlal Əliyevin qızının əxlaqsızlığı, siz nəsillikcə busunuz yəni, nəsillikcə. Lukashenko ilə gedib cütləşməsi, cübbüldəşməsi Mehriban Əliyevanın. Siz nəsillikcə busunuz, siz kimə nə gəlirsiniz, kimsiz siz? Ala, buyur, buna da baxaq, baxın. Heydərin arvadıdır. Hələ bugün də hansısa deputat quşlayıbdır, deyibdir ki, bəs Heydərin arvadı Alyona Avropada yaşayır. Avropada diskoteka normaldır, gedib dincəlirlər falan. Məsələ o deyil ki, bizim dərdimiz biz sırf demirik ki, Alyona niyə dincəlibdir diskotekada. Heç gör deyən var. Mehmanı, osu, busu, məni. Gör kimsə deyir ki, Alyona niyə gedib diskotekada dincəlibdir ki? Deyən var, yoxdur. Məsələ o deyil ki, biz bunu niyə gündəmə gətiririk? Niyə danışırıq? Çünki sən gedib mənim qohumlarımı tutub mənə üzdənirək dedizdirsən. Özün fahişəsən sən. Özün fahişəsən sən. Mənə şər atırsan sən. Özün də fahişəsən sən. Bunun harasına inanaq? Hə? Harasına inanaq? Bizim haqlarımızı uğrura, milyardlarımızı uğrura. Apar fahişə gəlinə, fahişə qızına İlham Əliyev, arvadın, qızların, bu qəhbə gəlinin, transa oxşayan fahişə gəlinin gedirlər dodaqlarına, götlərinə, oralarına, buralarına silkonla yığdırırlar, düzəldirlər, gənə də alınmır. Elə ha baxırsan, nədir, işıq, nədir, taxtasını oxşuyur. Nə deyirlər ona? İşıq şalbanına. İşıq stolbasını oxşuyur. Yəni bir şey yoxdur ortada. Yalandan pulumuzu boşa qaçdırsınız. Geçtiğiniz dalınızı yekədəsiniz, gerisiz dodağınızı mümkün deyil. Buranı ora dartırsınız, buranı bura dartırsınız, nə bileyim götünüzü bura dartırsınız. Mümkün deyil. Biz deyirik ki, bizim pullarımızı aparıb buranıza xəşləmin, oranı dartdır, buranı dartdır, düzəlmir. Düzəlmir, adama oxşamırsınız siz. Beter yığışdırın da bunu. Bizim pullarımızı aparıb buranıza dartdırıb düzəltdirməyə çalışmayın. Alınmır bu şeyler. Allah nə verib odur bitti. Allah nə verib odur bitti. Sən mənim haqqımı niyə aparıb arvadına, gəlinə, qızlarına, nəslində nə qədər fahişə, cında əxlaqsız qadın cihazlar var? O xəşliyirsiniz dalınıza, dəməyinizə, dodağınıza. Niyə bala? Niyə? Biz bunun davasını aparırıq. Biz demirik ki, Alyona niyə getdirir, nədir restorana, bara, diska. Biz onu demirik ki. Amma gedib bardan fahişəni alıb özünü arvad eləyən, alsın eləsin, bazarı varsa eləsin. Olsun, pis qadını yoldan çəkib, düz yerə nədir, yanlış yolda olan qadını çəkib, pozğun yolda olan qadını çəkib, düz yola gətirmək, hər kişinin işi deyil, olsun eləsin. Amma məsələn, burada bir siz nədir dostlar? Gedib bardan aldığı qadını özünə arvad eləyir. Bizim milyardlarımızda onlara xəş deyirlər. Təzdən də biz haqqımız söz savaşırıq, bizə qarşı şərböhtan kampaniyasına keçirlər. Peysər polisləri, Peysər DTX-sı göndərirlər Rafael Piriyevin qohumlarının üstünə ki, get girən bunun dayılarını, əmlərini tut girən, buna qarşı çıxsınlar, desinlər ki, bu daldan verilmiş. Bərdədə. Ona görə biz də məni Rafael Piriyevi
Bərdədən qovublar ona görə. Mən orada dalımı verilmişəm Bərdədən. Mən ona görə qovublar oradan. İşə baxın, neyəsiz bir. Biabırçılıq deyirlər, kim nə belə? Mənə bu yer eləyir. Mənə şəxsən bu yer eləyir ki, olmayan şey mənə şər atırsan. Özdə kim? Bardan qəhbən alıb özünü arvad eləyən uğraş. Arvadı gedib Lukashenko ilə Berlində otellərdə gecələyən uğraşlar. Gedib Ebru Gündeşin götünün məməsini əliləyən uğraş İlham Əliyev. Mənə bunlar şər atırlar. Bunlar elətdirirlər bunu. Pozğun, əxlaqsız, namussuz gəlib bizə şər atır, böhtan atır, yol göstərirlər. Siz düzgün yolda deyilsiniz, erməniyə işləyirsiniz. Biz haqqımız üçün savaşırıq. Siz bizim haqqımızı uğrayıb belə aparıb, oranıza, buranıza yığdırmaqla məşğulsunuz. Bizim haqlarımızı aparıb uğrayıb restoranlarda, barlarda siz bu işlə məşğulsunuz. Siz güya bizim başçımızsınız siz. Siz güya bizi idarə edirsiniz. Siz güya bizə xidmət edirsiniz. Hə? Yalandan bir dənə osturaqçı sülh yaradıqlar orada, sülh şurası. Gedib aparıb Azərbaycan xalqının 1 milyardını, 1 milyard dolları yatırdıblar ora, sülh şurasına. Mənim nəyimə lazımdır? Nə sülh şurası? Kimdə sülh? Amerika hara, sülh hara? Gülərləri adama ki, siyasətə bir baxın. Amerika hara, sülh hara? Özdə nəyin sülhü? Qəzza məsələsi. Qəzzanı bombaladılar, dağıtdılar, yerlə bir elədilər. Sonra da bir dənə sülh şurası yaradılır. Nəzir kutusu deyək də, bu sülh nəzir kutusu. Nəzir kutusu qoyurlar, adına qoyurlar sülh şurası. Gəlin bura pul tulluyun, biz Qəzzada sülh yaradacağıq. Qəzzanın sahiblərindən bir adam yoxdur orada. Düşüblər ortalığa İlham Əliyevi, Trump'ı, digərləri biz sülhə nədir, qarışdıq sülh gəlsin deyə. Biz bunu dəstəkləyirik. Sülh olsun, mən onu da bir söz demirəm. Amma kimlərlə? Kimlərlə? Qəzzanı darmadağın eləyən, yerlə yehsan eləyən, insanları qətl edən adamlar təzdən bir dənə sülh şurası yaradır ki, gəlin burada, bura dəstək verin, pul göndərin, sülh yaradaq. Nəyin sülhünü? Sən məni acından öldür, mənim haqqımı vermə. Haqqıma gir, apar geçsinən, Trump'ın nəzir kutusunu atçınən, hırılda günən, fahişə arvadını da, qızını da apar İlham Əliyev. Xeyr ola, başa düşənmədim mən. Mənim haqqımı sən oğurla apar ver Trump'a ki, biz sülhə qoşuluq, sülh adamıyıq. Hardan sülh adamsan sən? Hə? Hardan sülh adamsan? Azərbaycan xalqını zəlil günə qoymuşsan. 400-dən artıq siyasi məhbuslar var. Sülhə gedən adam bu qədər siyasi məhbus olar? Hə dostlar? Sülhü sevən adam, sülhə dəstək verən adam, sülhpərəst adam, bu qədər haqqı deyənləri həbs eləyəriz. Bu qədər jurnalistlər həbs eləmişsən. Bu nə tər sülhdür belə? Hə? İlham Əliyev, nə tər sülhdür bu belə? Nəyin sülhüdür bu? Salam dostlar, salam. Salam yazan dostlara salam olsun. Bəyənin, paylaşın. Vəfa xanım yazıb ki, öldüm gülməkdən. Belədir də, bəs. Bildim hansı məsələyə gülmüsünüz? O bəyəklərin dedim, bizim haqqımızı uğrayıb aparırlar. Qardaş, düz deyirəm də. Biabırçılıq deyil, sənin mənim haqqımı uğrayırlar ki. Gedirlər, verirlər silkona, bilirsiniz də dünyada silkonların bahalısı var. O silkonların, estetikli nədir? Onun bahalısı olur. Gedib ondan elətdirirlər. Dodağa vurur, dodaq belə əyilir. Bu tarafa vurur, bula belə əyilir. Aşağı vurur, aşağı yuxarı əyilir. Nə bilim, böyrə gedir. Ay, nə bilim, gedir dalına vurur, dalı əyilir, belə bu tərəfə çıxır. O bu tərəfə çıxır. Təzdən bu tərəfindən vurur, girir içinə. Yəni, alınmır, düzəlmir. Düzəlmir də. Mən pulum apar var, badın, qızın, gəlinin, götürə dodağın orasına, burasına. Düzəlmir də bu. Mən pulumu niyə gedizdirsən ona? İndi buradakı vətəndaşımız, izləyicimiz ona gülür. Düzəlmir də qardaş, reallıqdır da, düzəlmir. Allah nə verib odur.
İndi mən gözəl əhval belədir. Mən gedib burama iynə vurdurum, burama nəmi bura vurdurum. Dodağımı düzəlmir də. Nə verirsə Allah rəssamdır, çəkib budur, fisiyo, tutardı getdi. Mən pulumu, haqqımı, cəmaatın, nədir, milyonlarla insanların haqqını apar, qazinin, şəhidin, kasıb insanların, nə qədər gecəni az yatıb, səhər az qalxan ailələr var, körpələr var, qadınlar var, uşaqlar var, yaşlılar var. Əziyyət çəkən insanlar var, küçələrdə yatanlar var. Bunların haqqına apar arvadın, qızın, gəlinin, qəhbələrin, evindəki İlham Əliyev, fahişələrin. O da gedib orasına, burasına iynə vurdurur, düzəltdirir, düzəlmir də. Bəstirində də. Bu. Deyir necə də fikir verir hamısına. Bə elədir də. Qardaş göz qabağındadır da. Göz qabağındadır da, videolar, şəkillər göz qabağındadır. Gedirlər dodağının burasına vurur, burası şişir, əyilir bu tərəfə. Oradan vurur, bu əyilir bu tərəfə. Düzəlmir də, içinə pox düzəlmir də. Allah bunu belə yaradıb, belə də olmalıdır, bitdi. Bu düzəlmir də, qardaş, düzəlmir. Bu niyə, sən bunu hayf edirsən, niyə zay edirsən bu dodağı? Niyə bu götü zay edirsən? Nədir soğudur da? Mənim haqqımı niyə götünə yedizdirirsən? Dodağını xeyir ola, qardaş. Yalan deyirəm. Bu faktdır da, videolar, şəkillər, hamısı göz qabağındadır. Fikir verməliyik də, bu vətəndaşıq biz. Bizim haqqımız hara gedəsə biz onu bilməliyik. Mən görürəm ki, mənim haqqımı İlham Əliyevin fahişə arvadı aparır, götünə, dodağına doldurur, görür alınmır, gələn şəkildə baxsan başqa cür. Bu şəkildə baxsan dodaq bura əyilib, bu şəkildə baxsan dodaq bu tərəfə əyilib. Düzəlmir də, yığışdırın da bunu. Nədir bu belə? Biabırçılıq deyir, bunlar kim nə belə, gəlib otururlar. Bilirsiniz dostlar, indi mən xalqımıza da deyəcəm bu məsələ ilə bağlı. Ayıbdır, biraz bir millət olaraq, bax hamımıza səslənirəm. Utanç deyir bu. Vallahi utançdır, biabırçılıqdır. Vallahi ay dostlar, ay qardaşlar, bir millət olaraq, millətin kişilərinə səslənirəm. Ay qardaşlar, ay insanlar, ay gözəl, əziz insanlar. Bunlar bizim kişilər. Biz nətər kişi, bizim haqqımızı oğruyub. Bir fahişə ailə bizim haqqımızı mənimsiyib, oğruyub, aparıb. Orasına, burasına silikon doldurmaqla məşğuldur. Dünyada bu estetik əməliyyatı bahalılar da var. 1 qramı nə bilim, neçə min dollar. Belə mən bilmirəm indi, başım çıxmır. Bahalılar da var onun. Bizim qardaş, pullarımızı oğruyub Azərbaycanın kişiləri. Mənə baxan Azərbaycan kişiləri. Başa düşürsünüz nə baş verir? Xəcalət çəkirsiniz bundan. Utanmalıyıq biz. Bizim haqqımızı, arvad uşağımızın, analarımızın, qardaşlarımızın, bacılarımızın, əzizlərimizin haqqını uğrub aparıb, bu İlham Əliyev arvadına, qızına, gəlinlərinə, orasına, burasına ən bağlı silikon doldururlar. Təsəvvür edirsiniz siz. Yəni ortada da bir şey yoxdur. Hamısına baxsan transa oxşuyur. Qızı da transa oxşuyur, arvadı da. Nə bilim, gəlini də. Nə də bu belə? Kimdə bu adamlar? Biabırçılıq deyə bir millətin kişisinin, qadınının haqqına girib, belə istismar eləmək olar. Bu nədir belə? Buna niyə biz susmalıyıq ki? Niyə mübarizəyə qarışmamalıyıq, qardaş? Siz mübarizə aparmırsınız deyə bunlar at oynadırlar. Gedirlər, Ukraynada bir dənə əxlaqsız, bar cırığını alıb gətirib oğlunu arvad eləyib. Həmən qızın da dədəsinə milyonlarla pul yatırdıqlar adına bir şirkət sahibidir, həmən qızın dədəsi. Bizim də cavan qızlarımız qalıb evdə, ərsiz, ərə gedən boşanıb, nə bilim, cavan qızlar ailə qura bilmir və yaxud da əxlaqsızlığa gedir, yersiz qalır. Bu nədir belə, kimdir bu adamlar? Nədir bu adamlar? Bu adamların bizə qarşı elədiyinə qarşı susan kişi mənə çatmır. Yəni belə kişi, mən anlamıram. Belə kişi mi olar? Belə Azərbaycan oğlu mu olar? Bu nətər şeydə belə? Biabırçılıqdır, ayıb deyil sadəcə. Sən kişinin haqqını uğrayıb, aparıb arvadının orasını, burasını silikonla doldurmaqla məşğuldur. Sən başa düşürsən sən bunu?
Milyonlarla pul xərcləyirlər bir şeyə. Sənin balana məktəb tikmir. Sənin balana uşaq pulu vermir, gedir Fransada, nə bilim, İtaliyada, Vatikanda məktəb tikirlər, kilsə tikirlər. Yəni, sən buna necə susursan? Yəni, anlamıram. Yəni, sənin susmağın bizə nə verir ki? Sənin susmağın İlham Əliyevin daha da çox oğurlamasına şərait yaradır. Yol açırsan sən buna. Bir kişi utanmalıdır belə şeylər görür. Vallahi. Yəni, necə utanmalıdır? Mübarizə aparmırsa. Bir kişinin, özünün, arvad uşağının haqqına girib, belə istismar eləsinlər, dağıtsınlar, sən də buna suskuyla, vallahi utanmalısınız siz. Xəcalət çəkməlisiniz. Əgər sizdə qiriyyət, namus, vicdan varsa, adamlıq varsa, ləyaqətiniz varsa, siz utanmalısınız. Utanmayan adamın ləyaqəti yoxdur. Utanmayan Azərbaycanlının şərəfi yoxdur. Kişiliyi yoxdur onun. Namusu yoxdur onun. Necə ola bilər bu? Ölkədə baş verənlər səni maraqlandırmasın. İnsanlar özlərini elə aparırlar ki, sanki belə də olmalıdır. Fikir verirsiniz. İnsanlar, cəmaat özlərini elə aparır ki, belə də olmalıdır. Dünənlərin, bax, TikTokda qarşıma çıxdı bir nəfər, Rusiyada yaşayır, Talış qardaşdır. Qoşulub efirə baxıram, indi buna sual verirlər. Bir efirə qoşulub, canlı efirə tanımadım. Mən də qoşuldum ora. Adama sual verirlər ki, bəs İlham Əliyev apardı 1 milyard yatırdı sülh şurasına Amerikada. Bizə halbuki heç bir xeyri yoxdur. Sənin pulundur. Adam qalib deyir ki, mən adiyyatı yoxdur, mənim pulum deyil. Gör, insan nə qədər qoyun, nə qədər tipoy, nə qədər manqurt, axmaqdır ki, mən belələrinə axmaq deyirəm, mən. Ağıllı adam bunu deyə bilməz. Şuurlu adam, milli qiriyyəti olan adam, şərəfi şəxsiyyəti, onuru olan adam bu sözü deyə bilməz ki, İlham Əliyev aparıb 1 milyard dolar pul yatırdıbdır Amerikada, girdirmə dırnaq arası sülh şurasına. Onun mənə adiyyəti yoxdur, mənim pulum deyil. Bunu deyən Azərbaycanlı vallahi, billahi diri, dolayısı yolla yoxa birbaşa peysərdir. Birbaşa uğraş alsaqdır bu. Üzünə dedim, TikTokda. Üzünə dedim. Dedim, sən nə gün desən əsən? Sən hansızdan desənə mən Azərbaycanlıyam. Hə? Hansızdan desən mən Azərbaycanı sevirəm, vətənin ləyaqətli olum. Hansızdan desənə sən bunu? Utanmırsan sən? Hə? Sənin vicdanın yoxdur sənin. Mənə Azərbaycan sırtdan danışana bax, niyə sən? Biyabır elədim TikTokda onu. İlham Əliyev aparıb 1 milyard yatırdı bu Amerikaya. Bunun vətəndaşa heç bir adiyyəti yox imiş. Nə qəşəngdir deyirəm. Sənin kimi vətəndaşın qiriyyətinə tüpürüm mən. Sən nə uğraş vətəndaşsan nəyəsən? Sən nə ləyaqətsiz namussuz vətəndaşsan nəyəsən? Bu necə deyə bilərsən nə? Başa düşərsən, qanarsan, vəziyyətə uyğun, belə deyək də, əgər o momentdə sakitçilik tələb olunursa, yəni sakit qalmaq tələb olunursa, o da ola bilər, başa düşürəm, anlayıram, sakit qala bilərsən. Amma çıxıb, demək ki, mən nifti ölüm, mən adiyyatı yoxdur. Sən qeyrətdən danışma, sən şərəfdən danışma, sən dünyanın ən alçaq uğraş adamısan sən. Sən evindəki arvad uşağını da satarsan sən. Vallahi, sən nəfsinə kölə olan alçaqsan sən. Danışma Azərbaycancılıqdan, danışma sən milli qiriyyətdən, namusdan. Biyabır elədim dünən TikTokda həmən adamı. Belə adamlarımız çoxdur. Vallahi, heyvan kimi, it kimi qarnını güdür. Ölkədə baş verənlərin deyir, mən adiyyəti yoxdur. Sənin təpəni yerə soxma, sən nə Azərbaycanlısan nəsən? Hə? Sən nə Azərbaycanlısan? Azərbaycana baş verən haqsızlıqlar, zülümlər, zillətlər, mənə adiyyəti yoxdur deyən Azərbaycanlı, şərəfsiz oğraş Azərbaycanlıdır. Namussuz Azərbaycanlıdır. Arvadını İlham Əliyevin polisi gəlib yanından aparsa, atacaq peysərini oğraş Azərbaycanlıdır. El Azərbaycanlı olmur. Bizim bildiyimiz şərəfli, ləyaqətli, özünü bilən, dürüst, düzgün Azərbaycanlı, qətiyyətli Azərbaycanlı belə olmamalıdır. Bizim bildiyimiz Azərbaycanlı belə olmur. Doğru mu? Bunlar kimdirlər? Bunlar nəyin Azərbaycanlısıdır? Anlamadım mən. Necə yəni mənə adiyyəti yoxdur? Hə? İlham Əliyevin bu qədər pulları hardandır? Milyardlar, trilyardlar, bu qədər dünyanın dörd bir tərəfi hardandır bu pullar? Bu nə işləyir? Səni maraqlandırmır bu bir vətəndaş olaraq? Utanmadan deyirlər, mənə nə adiyyəti var?
Danışmayın. Heç olmasa çıxıb bu TikToklarda, efirlərdə zətdə nə bilim mən Azərbaycanla fəxr edirəm. Elimin obamın şərəfli oğluyam. Mən hardan şərəfli oğlusan? Sən peysər oğlusan sən. Nə şərəfli oğlu? Şərəfli oğlu nədir? Sən arvadının, uşağının haqqına girən uğraşlara qarşı heç zət demə, deməyin aynə dursun. Çıxıb deyirsən mənə adiyyəti yoxdur İlham Əliyevin bizdən uğradığının. Və sən qoy kənara bizə Azərbaycançılıqdan danışma, artistlik eləməcinən. Nə özünü qoymusan artistliyə? Biz uşaqsadıq 2 yaşında. Gör bizi nə ilə ələ salırlar ya. Mən Azərbaycanın şərəfli oğluyam, ləyaqətli evladıyam. Vətənimə canım qurban, lazım olsa ürəyimi verərəm, canımı verərəm. Vətəndə baş verənlər deyir, mənlik deyil, mənə adiyyəti yoxdur. Git, işinlə, gücünlə məşğul ol, nağıl danışma, artistlik eləməyin. Uğraş bir qiriyyət yığını bir qiriyyət. Beğenin dostlar, beğenin, paylaşın. Bilirsiniz, mən gene de deyirəm, bayaq dedim mən, bir daha deyirəm, ola bilər, situasiyaya görə sakit qala bilərsən. İnsanıq, elə bir vəziyyət yaranar ki, orada sakit qala bilərsən. Yəni, sənin haqqına girənlərin elə bir addım olar ki, orada sakit qalma məcburiyyətində ola bilərsən bir yerə qədər. Var, belə vətəndaşlarımız, qardaşlarımız, bacılarımız var. Belə ləyaqətli insanlarımız var. Məsələ o deyil. Amma kim ki çıxıb, ölkədə baş verənlər məni maraqlandırmır, mənə adiyyəti yoxdur, dövlət bilər, nə bilim, nə bilər, özü bilər, mən qarışmıram. Qardaş, bunu deyən adam mənə kişilikdən, ləyaqətdən, Azərbaycan sevirəmdən danışmasın. Gözünə soxuyor Azərbaycan sevgini. Nağıl danışma yine sen bize. Artistlik eləmə, qardaş. Artistlik eləmə yine bizə sən. Sen kimin başını qaçsana ya sen? Olublar bana vətənsevər. Hələ o günlərim Facebook'da bir paylaşım gördüm. Deməli dostlar, Avropada, Hollandiyada Xocalı soyqırımı ilə bağlı mart ayında bir tədbir keçiriləcək, onu paylaşmışlar ki, filan tarixdə tədbir keçiriləcək Xocalı soyqırımla bağlı. Biabırçılıq deyil sadəcə. Xocalıda insanları qətl eləyən, körpə uşaqların qarnına şiş soxan, hamilə qadınların qarnına şiş soxan adamı İlham Əliyev azad eləyir. Təmtəraqlı, əlini qolunu sallayır, geyinir, keçinir, Ermənistana yola salırlar. Ermənistan'da xəstəxanaya yatır hemen Ermənistan'ın o nədir, Xaçaturyan, o terrorçu xain. Onun xəstəxanada yatdığı pulunu da İlham Əliyev ödür, bizdən uğurluyor. Sonra da deyirlər ki, biz deyir, Xocalı ilə bağlı deyir, Xocalı soyqırımla bağlı deyir, tədbir keçirdəcəyik. Gör, uğraşdığın dərəcəsinə bax, gör, namussuzluğun dərəcəsinə bax. Gör, millətin sən nə qədər uğraş var, gör, nə qədər namussuz var. Xaçaturyanın həbsdən azad olunmasına susan əclaflar, fahişələr olublar bu günlərin Xocalını sevənlər. Mən belə baxıram, belə, bu nədir belə, bunlar kimdir belə? Mən dəhşətə gəlir, bunlar doğrudur mənim millətimin ləyaqətli evladıdır, bunlar kimdir bu adamlar? Hə? Yəni sən Xocalıda baş verən hadisələrə sakit qal. O hadisələri törədənləri azadlığa buraxsınlar. Təmtəraqlı göndərsinlər Ermənistana, sənin haqqına girsinlər, haqqını orib orada Ermənistana banisiyə yatsıdırıb, onu malcı elətdirsinlər. Sən də burada Hollandiyada Xocalı soyqırımı ilə bağlı tədbir keçirdirsən sən. Sən nə qədər uğraş Azərbaycanlısan, sən? Sən nə qədər fahişəsiz, nə qədər uğraş ləyaqətsiz Azərbaycanlısınız. Belə Azərbaycanlı olur, hə? Hey, güya bunlar Xocalı sevirlər. Artist yığın artist. Namussuz kizli köpəklər. Deyir qardaş, deyir, Qarabağlılar niyə səsini çıxartmır? Hərə səsini çıxartsın. Bir evi Bakıda, bir evi Şəkidə, bir evi nə bilim Gəncədə, altında maşını. Hərə səsini çıxartsın. İt kimi, heyvan kimi qarnını güdür. Hərə çıxartsın. Burada da var da. Mənim yaşadığım şəhərdə 2 nəfər tanıyıram Qarabağlı. Altında maşını, evi, birinin restoranı, it kimi qarnını güdür. Üzünə demişəm. Üzünə.
Nələr demişəm? Atırlar peysərə kimi yaşayırlar. And olsun Allaha. Avtobusda məni görəndə yerlərini dəyişirlər. Elə bil arvadlarını zorlamışam. Elə bil qızlarını zorlamışam. Analarını, bacılarını zorlamışam. Boyumuzu yerə soxum, hə, belə. Bunlar nədir belə? Biabırçılıqdır, hə? Rəzalətdir bu. Xaçatüryanı kişi terrorsunu içərdən azad edirlər. Qarabağlı səsi çıxmır. İndi burada mən ayrımcılıq eləmirəm, bu hamımıza aiddir. Söhbət ondan getmir. Mən özüm də Qarabağ zonasındanam. Mən Tərtərin Borsunu kəndindənəm. Başa düşdünüz? Aylarla, hətta illərlə Ermənistana qarşı Talış dağında Borsununu tanıyan var bəlkə də. Tərtərin Borsunu kəndi. Talış dağı. Talış dağında bizim dədələrimiz, babalarımız döyüşüb. Yəni, mənim özüm də Qarabağlıyım. Söhbət ondan getmir. Amma belə biabırçılıqdır. Bir dənə Xocallının səsi çıxmır. Bir nəfər Xocallı buna etiraz eləmir. Xocallılı. Mən bunun nəyini mən ciddi alım, nəyini mən dəstəkliyim, deyimə bu Xocallılıdır, bu halal olsun, mənim millətimin şərəfli evladıdır. Bunu bağrımıza basaq, nətər basaq? Bu özü peysər atır. Bu alçaq kimi yaşayır. Bu namussuz kimi yaşayır. Özü də olub vətən sevər. Özü də olub Xocallı sevər. Özü də olub Qarabağ sevər. Hətta düşsün o sevginin içine, təpəsinə ki, o sevgidə mübarizə yoxdur. Tüpürürsünüz Qarabağ olan sevginizə ki, o sevginin içində mübarizə yoxdur. Dirəniş yoxdur. Haqsızlığa qarşı səs çıxmaq yoxdur. Nə sevgi, nə yalanla basıb bağlayırsınız. Nə qədər arsız, abırsız, artist adamlar sizəsiz. Bu nə də belə? Belə Qarabağ sevirlər, belə vətən sevirlər, qardaş. Millətimizdə də problem çoxdur, dostlar. Millətdə də problem çoxdur. Dəhşətdir. Əsas məqamı düşünmürlər. Gəlib. Ən asad şey nədir? İşin qulpundan yapışırlar. Xocallı soyqırımının tədbiridir, anım tədbiri. Biz Hollandiyada tədbir keçəcəyik. Olsun, nə gözəl. Söhbət ondan getmir. Mən demirəm olmasın. Olub-olmama məsələsi deyil. Olsun. Amma o tədbirlərdə gedib iştirak edənlərin səsi çıxmır. Hollandiyada yaşayır. İlham Əliyev rejiminin Xocallıda uşaqların, qadınların, yaşlıların qarnına şiş soxub, hamilə qadınların qarnını yarıb, uşağı belə 3 aylıq, 4 aylıq uşağı qarnından çıxardı, belə şişlə belə divara taxıblar. Şişlə. Bir adamı içərdən İlham Əliyev azad edir, buraxır çölə. Göndərir Ermənistana, buna səsi çıxmayan, bugün olub mənə Xocallı sevən. Tədbir keçiriləcək, tədbirdə iştirak edəcək. Hələ Avropada yaşayan Azərbaycanlarda ora çağılırlar. Nə qədər uğraş adam sizəsiz? Nə qədər 200-lü matışq adamlar sizəsiz? Nə qədər pidaras adamlar sizəsiz? Mənim bu sözləri deməyə məcbur edirsiniz məni. Valla. Mən bu sözləri istəmirəm, deyəm, amma məni məcbur edirsiniz. 100-dən artıq qazim boğazına kəndir kesdi və özünü piriş adam, navesdən, betondan asıb öldürür. Buna səsini çıxartmayan ki, olub qazı sevər. Ki, buna səsini çıxartmayan olub Qarabağ sevər. Nə bilim, Xocallı sevər. Bunlar nə qədər artist adamlar da bunlar. Nə qədər yalancı, fırıldaq, axmaq alçaq adamlar sizəsiz. Buna millət sizəsiz. Şərəfli millətin evladı belə mi olur? 200'lü, alçaq, biqriyyət, namussuz. Qazisine sahib çıxmır, Qarabağ sevirmiş. Şəhid ailələri zülüm çəkir. Şəhidin qan pullarını İlham Əliyev uğrayır. Səsi çıxmır, Qarabağ sevirmiş, şəhid sevirmiş. O nə qədər alçaq adam sizəsiz? O nə vaxt çöldəsiz özünüzü? Nə vaxt bir kişi millət olasınız? Nə vaxt bir qriyyətli, namuslu, şərəfli, şəxsiyyətli millət olasınız? Utanmırsınız siz? Ölüb yerə girmirsiniz? Ayıbdır, millət özünü düzəltməlidir. Bəzən görürəm, indi
Bəzi dostlarımız da var, şikayət edirlər bu ortalıqdakıların belə oyun oynaması, falan ikiyüzlülük eləməsi, insanları ələ salması, kimə inanaq. İndi mən belə acı danışıram insanlara ki, niyə belə susqun qalırsınız? İndi bunu mən deyəndən sonra, efirdən sonra mənə zəng edir dost qardaşlar. Bugün mü, sabahımı zəng eləyəcəklər 100%. Hər zaman efirlərdə çıxıb belə xalqı belə sərt tənqid edəndə dostlar, tanışlar zəng eləyirlər. Heç tanımadığım adamlar da zəng eləyirlər ki, qardaş, yəni belə danışırsan, amma kimə inanaq falan, bu kimi ifadələrdən istifadə edirlər. Dostlar, qardaşlar, artıq bu sözə son qoymaq lazımdır. Bu kimə inanağıcadır, qoy bir kənara. Başa düşdünüz? İnanırsan, gəl mənə inan. Dəstək ver, bir yerdə şükürə. Mənə də inanmırsansa, özünə inan. Vicdanın varsa, vicdanına inan. Allahın varsa, Allahına inan. Amma sən dirəniş göstərməlisən. Əlindən gələni eləməlisən. Yəni, indi ortalıqda oyun var, yalan var, fırıldaq var. Doludur yəni. Saysız hesabsız özünə bloger deyən, nə bilim siyasətçi deyən, jurnalist deyən var, doludur. Mən nə varım qardaş? Mən gedim bir siyahı tutum, bunlara bir nə deyim, sən düzgün siyasət aparmısan, dur kənara. Adamların missiyası odur. Satqındır, xaindir, səni ələ salmağa gəlib, missiyası odur. Mən ona nə deyim mən? Deyirəm də, 2019-dan bəri deyirəm. Neçə kişi gəlib yanımda dur ki, Arapal bilib, sən düz deyirsən. Onlar bizi alladırlar, bizi sən onlardan müdafiə edirsən. Neçə kişi gəldiniz mənə dəstək verdiniz? Yoxsunuz. Yoxsunuz. Bunun günahı məndədir. Yoxsa sizi alladanda, yoxsa sizdə. Kimlədir? Sizdədir də. Siz edirsiniz də, qardaş bunu. Güya sizi alladanları ifşa eləyənə dəstək verirsiniz. Hə? Mən 2019-dan deyirəm, adlarını çəkərək deyirəm ki, bu adamlar bizi ələ salırlar. Bunların bizi xilas etmək kimi bir fikri yoxdur. Nə olsun ki, haqqı deyir, doğrunu deyir, canfəşahlıq eləyir, nə olsun ki? Amma bunların Azərbaycanda İlham Əliyevin rejiminin devilməsi kimi bir marağı yoxdur bunlara. Neçə dənə kişi çıxdı, bu xalqın kişilərinə səslənirəm. Özünə kişi deyənlərə, ləyaqətli olanlara. Neçə kişi gəldi, çiğ-çiğinə verib durdu ki, Arapal bilib, bəli, sən düz deyəcəm, bunlar bizi alladırlar. Bunlar bizi ələ salırlar. Biri çıxıb deyir, Netanyahu qəhrəmandır, Rafael daldan verəndir. O biri çıxıb deyir, nədir, Mehriban Əliyevanın dalından babası çıxdı. Bugün deyir, sabah deyir, İlham Əliyev öldü. O birisi deyir, Heydər, nə bilim, dalını dağıtdılar. Hər gün bir dənə başlayır, sizi ələ salırlar. Mən bunu ifşa eləyəndə neçə kişi gəldiniz, durdunuz canımızda? Gəldiniz, dəstək verdiniz, yox. Demək, kişi diyorsunuz da. Yalan danışırsınız da siz. Qiriyyətiniz yoxdur sizin. Mən bunu deyəndə, niyə? Xətrinizə deyər ki, doğrunu qəbulləmişsiniz, anlamadım mən. Mən bunu sizə görə deyirəm də. Axı siz ələ salınası, heyvan yerinə qoylası, alçaldılası, eşşək yerinə qoylası kişilər deyilsiniz axı. İnsanlar, millət deyilsiniz axı. Mən bunu sizə görə deyirəm də. Sizi fikirləşməsəydim, deyirdim cəhənnəm olsun, deyirəm ki. Mən onsuz qanıram, anlayıram ki, adam çıxıb deyir ki, Mehribanın dalından babası çıxır. Mən bilirəm ki, bu adam yalan danışır, baş qoşmaram. Amma mən bunu sizə görə dedim də. Ki, sizi alladırlar, ay cəmaat, ay qardaşlar. Əgər sizin qiriyyətiniz, namusunuz, milli şəxsiyyətiniz varsa, gəlin bu məsələni birlikdə çiğ-çiğinə verək, bunların üstünə gedək. Məni tək qoyacaqlar, nə deyim, meydanda. Məni tək qoydunuz. Sonra da utanmadan kişilikdən danışırsınız. Sonra da utanmadan qiriyyətdən, namusdan danışırsınız. Azərbaycan sevirik, Qarabağ sevirik, ürəyimiz qurban. Hansı ürəyin? Hansı ürəyinə? Sən bir fitnənin qarşısına bilmirsən, nə ürəyin qurban deyirsən, nə kişisən? Hara ürəyin qurban deyir? Nə danışsan sən? Sən fitnənin qarşısında duracaq qədər qiriyyətin yoxdur. Sən ürəyini nəyə qurban verirsən, nə danışsan sən? Məsələ bu deyil, qardaş. Məsələ budur, bu şeyləri mən danışıram, deyirəm. Bilirəm, həqiqət acı olur. Həqiqəti olduğu kimi deyəndə acı gəlir. Amma mən deməliyim axı. Deməliyim, mən bu sözləri özüm üçün demirdim ki. Güya mən sizin qədər ağlım işləmir. Mən də sizin kimi peysərə verərdim. Oturardım kənarda, deyərdim, danışır, neyinəm ki? Mənə nə ədiyyəti var ki? Axı, belə deyil axı. Belə deyil, meydan çirklənir. Təşkilatlana bilmirik, qarşımız alınır. Biri çıxıb meydana, nə bilim, mən motorum deyib, motoruma kömək eləyəcəm, mən sağ prezident gələcəm, prezident gələm sənə. Oturub evdə 4 divar arasında, evdən sonra da çıxmır. Deyir, qalxın evə gələm, sizin prezidentiniz olacam. Sizə iPhone paylayacam, ev verəcəm, nə bilim, nə qaracam.
Maşınımın motoru deyib, mən pul göndərəcəyəm, motor alım. O biri deyir, nə bilim, mənim işimi gücümü əlimdən aldınız, mənim pulumu verin, pulumu vermirsənsə bir dəqiqəlik üzr videosu göndər, məsələni bağlayaq. Nə bilim, bu biri deyir, məni bıçaqladım, mənim təzminat davamı verginəm. Mən deyirəm ki, sizi xilas edəcək adamlar deyil bunlar. Amma mən fərqli olaraq dedim ki, bu rejim getməlidir. Bu yola çıxan bir günə deyəcəm ki, bu rejim getməlidir, başqa bunun çarəsi yoxdur. Bunun başqa adı yox, bu rejim vızqırd olmalıdır, cəhənnəm olmalıdır bu rejim. Əgər xilas olmaq istəyirsənsə, ədalətsizliyə bu rejim getməlidir, bitdi qardaş. Uzatmağa gərək yoxdur ki. Düzdürmü? Mən bu yola çıxan gündən bunu demişəm. Mən demirəm ki, Mehribanın dalından babası çıxdı, nə bilim, dalından qan gəldi. Nə bilim, İlham Əliyev bu günlərim öldü, sabah xəstələndi. O birisi gün, nə bilim, Heydərin dalını dağıtdılar. Bu birisi gün motorumu döydü, mənə pul göndər. O birisi gün, mən o adam deyiləm ki, dostlar, mən bu yolda baskı da görmüşəm, mən həbsdə görmüşəm. Görüş, mən bir dəfə deyirəm, təzminat, məzminat. Yox, niyə? Çünki mən hədəfim var. Mən biləm ki, getdiyim yolda həbsdə görəcəm, döyüləcəm də, öldürüləcəm də, hər şey ola bilər, hər şey. Allah mənlə də, aləmlərin Rəbb olan Allah mənlə də, bitdi. Nə olur olsun. İtirəcəyim bir şey qalmayıb. Necə kişi gəldi durdu yanımda. Əgər kişiliğiniz varsa, əgər qriyyətiniz varsa sizin. Necə kişi gəldi durdu yanımda ki, sən düz deyəcəksən, gəl bir yerdə iş yaparaq. Mən dədəmin işi deyil ki, şəxsi. Hamımızın işimizdir. Necə kişi gəldi, gəlmədiniz. Bəhanə ilə gəlirsiniz. Zəng girir, qardaş kimə inanaq? Məmməd Əliyə mən nə biləm, divana inancınam. Sözə bax, deyir, kimə inanaq? Özü zəy vurur, mənə dəstək verir. Yaxşı kişisən, yaxşı qardaşsan, düz adamsan, düz deyirsən, ədalətlisən, sən bilir ki, sən heç vaxtı haqqı dəyişən oğul deyirsən, onda dəstək ver də, bəs. Bu qədər sözlər deyir mənə, axırda da deyir, kimə inanaq? O da deyirsən, məni dəstəkləyirsən, mən əgər sənin məntiqinə uyğun adamamsa, qardaş ki, dəstək ver, bir yerdə iş görək. Mən demirəm ki, mən hər şeyi mən eləyə bilmərəm hər şeyi. Gəl bir yerdə iş görək. Danış, Rafael, sən yaxşı oğlansan, sən millətin ləyaqətli evladısan, axırda da kimə inanaq? Söhbətə baxıysan deyirəm. Yekə kişilərdə mənə deyilən sözə baxıysan. Qardaş, dəstək verirsən, Allah məni sənə bəxş edibdir, göndəribdir. Ki, dəstək ver də. Səndən pul istəmirəm, maşın istəmirəm, motor istəmirəm, maşınımın motoru deyil, motoru al göndər mənə. Nə bilim, prezident gəlirəm. Və yaxud da nə bilim, sənin adından danışım, yanında da mən pulumu göndərim, mən efiri bağlayıb gedirəm, mən bıçaqladılar, mən təzminat verirəm. Bu adamdan deyirəm, bax, mən tamam fərqliyəm. Deyirəm ki, gəlin, bir yerdə iş görək. Səndən nə istəyirəm ki, mən? Sən buna da gəlmirsən, sən ləyaqətsiz Azərbaycanlısın sən. Sənin şərəfin yoxda ki, nağıl danışmıyor mənə, valla. Barışa bilmirəm bu yalanlarla. Bu oyunlarla barışa bilmirəm, bu bəhanələrlə barışa bilmirəm. Mənim uğrunda mübarizə apardığım şərəfli millətimin kişisi qadını bu cürə ola bilməz. Bu cürə ola bilməz. Adamlara başa salam, telefonda danışıram. Dəstək verir, sağ olsun, Allah kömək olsun. Mən də ona dəstək verim. Mən də insanım da, qardaş, Allah mənə bu canı verib, bu cəsarəti verim. Mən də istəyirəm, mənim əqidə yoldaşım olsun. Mən də onun yolunda canımı verim, ürəyimi verim. Yoxsuz axı. Yoxsuz. Sən girirsiniz, kimə inanaq? Elə bir ki, nə bilim, gidib Mağadandan adam gətirəsi, başqa yerdən adam gələsidir. Kimə inanaq, nədir, qardaş? Allahına, vicdanına, özünə, mənə inancına, mən səndən nə istəyirəm axı? Axı, ağıl var, məntiq var, git adamları da izləginəm, məni də izlə. Bir gün nəyin təbliğatını aparıram mən? O nəyin təbliğatını aparıram? Mən səndən nə istəyirəm mən? Oxu, mənim heç bir istəyim yoxdur axı sizdən. Bir-iki dəfə çıxdım bu telefon məsələsində istədim, kömək olmadılar, Allah canını sağ eləsin. Kasıb xalqdır, millətin pulu yoxdur eləmədi, Allah canını sağ, onu da özüm elədim. Onu da özüm elədim. Daha nə var mı? Neyinə məlliyəm, qardaş? Nə var məlliyəm ki mən? Anlamadım mən. Yəni mən neyinə məlliyəm? Pul paylamalıyam cəmaata. Gəlin sizə pul verirəm, mənə dəstək verin. Belə şey olur. Böyle bir kişiliğiniz olsun, bir qiriyyətiniz olsun, bir namusunuz olsun, bir şərəfiniz olsun, bir ağlınız olsun ha. Allah size bu ağlı şuru niye verib? İşlətmək üçün. Rafael nə danışır, ara çağırır. Məqsəd nədir?
O ne bileyim falan kes ne danışır? Neden danışır? Bu ben prezidentim gelecek. Niye? Kimdi bu? Nece gelir? Bu adamdan ben haberim yoktu. Ben nece gelir ben prezidentim? Ve otobüsler olsun. Hakkı deyir, axırda deyir, mən boynumun dalından 9 dənə bıçaq vurmuşam, mənə pul gətir ver, mən təzminatımı istəyirəm. Yəni, aparılan mübarizəyə baxırsan ki, ortalıqdakı 99%-nin mübarizəsi, 98-99%-nin mübarizəsi nəfs mübarizəsidir, pul mübarizəsidir. Motorum deyib, mənə pul göndər, motor alın. Yəni, bu mübarizədir. Mən o deyiləm axı mən. Yəni, seçim eləyə bilmirsiniz, ağlınız yoxdur. Allah sizə bunu niyə veribdir? Bu ağlı niyə verib sizə? Nə üçün verib, qardaşlar? Anlamadım mən. Bunu Allah niyə verib sizə? Düşünmək üçün, hesablamaq üçün. Rafael nə deyir, Məmməd nə deyir, obisi nə deyir, Qabil nə deyir, falan. Nə deyir bu? Nədən danışır? Niyə bizi birliyə çağırır? Doğrudan da mı bu adam bizi xilas etmək fikrindədir? Doğrudan da mı səmimidir bu adam? Doğrudan da mı belədir? O da gedin, bir başınızı işlədin də, bir kimin yanında durmaq lazım, bir seçim eləyin də. Hamı oturub ağatlı oğlan gözləyir. Ağatlı oğlan. Söz də deyəndə bəhanə gətirək, kimə inanaq? Sözə baxa deyir, kimə inanaq? Qardaş, mən də sənin kimi bir insanam, mən də sənin kimi bir Allahın yaratdığı bir bəndəyəm, bir insanam. Mənim yanımda kimsə var ki. Mən də sənin kimi insanam da, yol almışam, gedirəm. Mənim cəsarətim çoxdur, azdır, amma gedirəm, elədiyimi eləyirəm, elə bildiyimi hara qədər eləyə bilirəmsə eləyirəm. Sən də eləcəksən. Amma sən bəhanə getirsən axı, kimə inanaq? Nə qaraq ki, adam tapaq gətirək ki, sən ona inanasan. Belə şey olur, qardaş. Bu kimə inanaq sözü yaxşı söz deyil. Bu ləyaqətli, namuslu kişinin sözü deyil bu. Başa şərəfli Azərbaycanın sözü bu deyil. Kimə inanaq? Getdim mən quqquluqu bir dənə Məmmədi tapdım, getdim buna sən inandın. O birisi də gələcək kimə inanaq? Duraq onun üçün də ayrıca bir ayrı adam tapaq gətirək, inansın. Məmmədə inanmadı, tapdığımız Məmmədə inanmadı. Ayrı Məmməd axtara, belə şey olur, qardaş. Vicdan var, ağıl var, Allah var. Haqq və batıl deyilə bir şey var. Oturursan, analiz edirsən. Məni birliyə çağıran adamlar kimdir? Rafa kimi deyir, gəl birləşək. Niyə? Bir şey deyirəm, Rafa da sözü niyə birləşək? Niyə? Nə iş görək, qardaş, nə tər eləyək? Deyən yox, deyir bunu mənə. Deyən yoxdur. Sən gelib mənə bəhanə ilə danışır. Deyir, kimə inanaq? Mən güya ki, mənə zəng gelib ayrı-ayrı adamlarda belə deyirlər kimə inanaq. Güya mən hamıya ayrı-ayrı adam axtarıb tapacam ki, alın deyib buna inanın. Belə deyil axı, qardaş. Belə deyil. Kimə inanaq söhbətinə son qoyun. Ay əziz dostlar, ay insanlar, ay qardaşlar, bacılar. Buna son qoyun, kimə inanaq, nə kimə inanaq. Ortada bir haqq var, bir batil var. Sonra getir, seçim sənsən. Haqq, batil, ortada da sənsən. Beyin, ağıl. Ağıl ortadadır, beyin. Haqq, batil, bitdi. Seçim eləcinə. Ağlın yox sənin. Adamlar səni hara çağırır? Niyə çağırır? Niyə birləşməyə çağırır? Prezident gələcək. Nə prezidenti gələcək, qardaş? Evdən çölə çıxa bilməyən adam mənim necə prezidentim gələr? Nə bilim, o birisi çıxır. Gecə gündüz qatillərə dəstək verir. Rafael Piriyev kimi oğla qarşı alçaqlıq edirlər. İlham Əliyev rejiminin bayaq dedim. Mənə qarşı gedib mənim qohumlarımı həbs edir, qoyur, şöbədə çıxardır, video çəkir, paylaşdırır ki, Rafael üzdən ilaxtı çayların qıranda arxasını verirmiş. Həmən bunu ortalıqda özünə bloger, siyasətçidən Əli Oğuzlar, Qabil Məmmədovlar mənə qarşı təbliğatını aparırlar. Əliyev hakimiyyətinin terrorçu xain Əliyev rejiminin mənə qarşı qurduğu oyunun davamçılarıdır bunlar. Bunun davamçılığını eləyirlər. Niyə? Nə məqsəd edirlər? Kimdir bu adamlar? Kimdir ki bu adamlar? Doğrudan da bizim xilasımız üçün çıxırlar bunlar. Başa işlət də bir. Allah ağıl verib də, niyə veribdir? İşlətmək üçün verib ki, səni eşək yerinə qoymasınlar. Səni heyvan yerinə qoymasınlar. Çünki sən heyvan deyilsən, adamsın sən. Allah səni heyvandan fərqli yaratdı. Ağılda verdi ki, ağlını işlət ki, sən heyvandan fərqli olduğunu, dəyərli olduğunu biləsən sən. Sən anlatmasınlar sən. Sən bunu işlətməsin, sən heyvan səndən qeyrətlidir. İt səndən şərəflidir. And olsun Allaha. Vallahi.
Mən üzr istəyirəm. Biraz siz danışdığım acıdır, amma həqiqətdir. Amma həqiqətdir. Hər adam qəbul eləməz. Niyə? Çünki sərf eləmir axı. Sərf eləmir. Adama deyirəm ki, qardaş, sən heyvan deyilsən də adamsın. Səni ələ salmasınlar. Axı sən buna layiq deyilsən axı. Adam belə baxır, deyir, bu nə danışır? Bu dəlidir, nədir? Başa düşürsünüz? Adama deyirəm ki, sən heyvan deyilsən, sən insansan, sən fərqlisən sən. Allah səni fərqli yaratdı. Adam belə baxır, nə danışır? Bu deyir. Yəni həqiqəti deyəcəm, bir nə danışır bu? Budur, bu gündəyik, bu vəziyyətdəyik, əziz dostlar, əziz qardaşlar. Bəyənin dostlar, bəyənin, paylaşın. Saçım uzanıbdır. Birinci günü gedib saçımda kəstirim. Yəni özümüz də bir millət olmalıyıq. Özümüz də bir ağlımızı işlətməliyik ki, qardaş, yəni bir siz insanları dindirirsən, ədalət axtarışındadır, ədalət istəyirlər. Əslində axtarışında da deyirlər, istəyirlər. Deyirlər ki, biz ədalət istəyirik. Dalınca da getmirlər. Hamı ədalət istəyir, müstəqil məhkəmə istəyir. Yəni, istəmək də pis bir şey deyil, amma istəyən dalınca gedən yoxdur. İstəyən dalınca gedən yoxdur, dostlar. Yəni, dalınca getmək lazımdır o istəyən. Yoxdur sizdə bu şey. Hamı oturub qıraqdan deyir, kimə inanaq. Qardaş, belə bir millət yoxdur. Bunu Almana desən, gülər adama. Bunu İngilisə desən, gülər. Bunu Amerikana desən, gülər. Bunu İranlıya desən, gülər. Turanlıya desən, gülər. Necə yəni kimə inanaq? Başa düşənmədim mən. Dostlar, nəysə, sağollaşaq. 1 saat 27 dəqiqədə canlı yayındayıq. Mən bir daha da düzdür, canlı yayımımız, düzdür, mövzumuz yayında. Əslində bu da yaxşı mövzudur. Elə əslində belə götürəndə elə bu əxlaqsız, pozğun, xain Əliyevlər ailəsinə gedib bağlanan bir mövzudur. Niyə? Çünki biz millət olaraq, xalq olaraq özümüz şərait yaratmışıq. Bu əxlaqsız, pozğun ailəyə özümüz şərait yaratmışıq. Başa düşürsünüz, əziz dostlar. Özümüz şərait yaratmışıq. Buradan bir daha qeyd edirəm, İlham Əliyev, Mehriban Əliyeva və onun o əxlaqsız nəsli tayfası. Siz bizim kimi oğullara qarşı biz haqqımız üçün savaşırıq. Biz sizə demirik ki, gedin belinizdə kubik daşıyın, daş daşıyın, bizə pul qazanın, gətirin. Biz demirik ki bunu. Biz demirik ki, gedin nə bilim, haradasa işləyin, pul qazanın və yaxud da indiki vəzifələrdəsiniz, vəzifədə qazandığınız pulu bizə verin. Yox. Bizim haqqımızı oğurlamışsınız, bizim həyatımızı, gələcəyimizi oğurlamışsınız, məhv eləmişsiniz. Buna cavab vermək lazımdır. Bunun argumentini istəmək, bunun cavabını istəmək mənim haqqımdır. Siz buna cavab verməlisiniz. Qutardı getib, cavab verməyərsiniz, cavabınızı belə alasınız. Bəli, cavabınızı belə alasınız. Arvadınız da söyləyəcək, qızınız da söyləyəcək, ananız da, bacınız da. Çünki biz faktla qoruq yəni. Biz bunu faktlarla qoruq. Ta Heydərdən tutmuş, bəyək gördünüz. Heydər Əliyevdən tutmuş, düz o bar cırığı var ya, Aliyona bar cırığı. Ona qədər hamısının şəkili buradadır, göstərdik bəyək. Hamısı bunlar əxlaqsızdır, hamısı. Heydər, İlham, Mehriban, hamısı. Belə rəzalətdir, biabırçılıqdır. Hələ qızlarını demirəm, mən. Qızlarını demirəm. Qızlarını demirəm. Məmurların oğlanlarla yatması, nələr var. Bunları düzdür, bir durub bunu araşdırıb üzə çıxardası deyil. Yəni bu rejim konkret terror rejimidir. Konkret əxlaqsız, pozğun bir rejimdir. Bugün Azərbaycanda pozğunluq, fahişəlik yayılır. Bax, buna görə yayılır da. Bunlar özləri fahişədirlər, pozğundular. Ölkədəki yayılan pozğunluğa da normal baxırlar. Yayılsın da deyir, nə olacaq ki? Adını da qoyurlar, ağlı olan deyir, pis yola getməsin. Və bunu da bizim bəzi qoyun cəmaatımıza, bəzi manqurt, ağlı, poxlu qarnı üçün işləyən adamların beyinlərinə yeridiblər ki, o pozğundur, ağlı var, eləməsin. Onun arkamanda ağlı var, eləməsin. Hə. Bax, məsələ budur. Oğurluq eləyir, ağlı var, eləməsin. Biabırçılıq deyil. Bəzi qoyun vətəndaşlarında beynindən bunu sırıyıblar ki, bu ağılsızdır, sən deməcə, ona görə bunu eləyir. Bax, məsələ budur, dostlar. Yəni, Əliyev hakimiyyəti ölkədə ağılsızların əli ilə ölkədə əxlaqsızlığı, narkomaniyanı yaymaqla məşğuldur.
Belə çıxır, yəni belə görünür. Bunların deməyinin məntiqi ilə bu yerə gəlib çıxırıq. Məsələ budur. Və siz onu bilin ki, Əliyev rejimi, İlham Əliyev, Mehriban Əliyeva, sizin əxlaqsız xain rejiminiz hamınıza aiddir. Siz ki gedib, xatırlayırsınız, mənim gedib qohumlarımı çıxardıb, efirə çıxartmışdınız, video çəkib paylaşmışdınız ki, bu üzdən İraqdır, Bərdədə arxasını verir. Mən sizə demişdim də, bunun bir-iki dəfə videosunu paylaşmışdım ki, bundan bağlı danışmışdım ki, bu məsələni açın da, kim eləyibdir, necə eləyibdir, bunu açın, qoyun ortaya, bunu cəzalandırın. Mən gördüm, siz eləmədiniz, mən artıq keçdim başqa variantlara. Xatırlayırsınız da polis məsələsini. Azərbaycanda yaxşı polis, pis polis, yaxşı oğlan, nə bilim nə oğlan. Xatırlayırsınız da o söz söhbətləri polislər məsələsində. Yoxa çıxdı o məsələ. Fikir verirsiniz. Da yaxşı oğlan, nə bilim yaxşı kişi, yaxşı polis. O söhbət yoxdur da, qutarıb ölüb gedik də. Ona elə son qoyduq ki, bitdi də o şey. Şəxsən mən Rafael Piriyev, başda mən olmaqla. Ona elə son qoydum ki, o məsələ. Konkret kökündən getdi o məsələ. Nə yaxşı polis, nə qiriyyətli polis, nə namuslu polis, nə yaxşı oğlan, nə də polis işləyər. Boş-boş şeylər bunlar hamısı. Polisdə işləmək üçün sən fahişədən doğan olmalısan sən. Qutardı getdi. Başa düşdün? Polisdə işləmək üçün ya dirək birbaşa, ya da dolayısıyla sən uğraşıyorsan, peysər olmalısan sən. Sən cında olmalısan sən. Sən ananı, bacını da satmaq hazır olmalısan sən. Bunu sübut elədik, artıq biabır olublar da, bitib o şey. Yaxşı polis, pis polis, nə bilir, yox, belə bir şey yoxdur. İstəyirsən yaxşı oğlan olsun, yaxşı kişi, kim olursan ol, sən bu rejimə xidmət edirsən. Dalınla güya çıxsın, xeyir yox. Sən bu xain alçaq Əliyev rejiminə xidmət edirsən. O da yaxşı oğlan olsun, nə olsun ki? Nə olsun, Məsələ budur, əziz dostlar, əziz qardaşlar. O şeyə son qoyulub artıq. Mən sizə demişdim də, o vaxtı polislərə dedim ki, mənə qarşı bu alçaqlıq elədiniz. Hətta DTX-yə işləyən bəzi, özünə bloger deyən, siyasətçi deyən bəzi fahişələr var. Onlarda mənim əleyhimə istifadə elədiniz buradan. Xaricdə oturanların əli ilə. Mən sizə demişdim ki, məndən oyun oynamayın. Mənim vurduğum zərbə çox pis olur. Dura bilməyəsiniz arxasında. Dura da bilmədiniz. Dura da bilmədiniz. Çox yox, 4-5 dənə video çəkdim polislərlə bağlı. 4, maksimum 5. 6-7 dənə TikTok'um var. Hamısını vurub yandırdılar. O boş şeylərdir. Zato sizin milyonlarla adam izlədi. Biabır oldunuz, it günə qaldınız. Hətta polisi müdafiə edənlərin arvadını, qızını, ölüsünü kəfəninə qədər qoydum ortaya. Götü yiyən vacizə çıxsın bir nəfər ortaya. Görüm çıxa bilirdi. Bu indi də deyirəm. Əgər cəsarəti olan varsa çıxsın da desin ki, yaxşı kişiyə polisdə yer var. Mən deyirəm, yoxdur. Mən deyirəm, yaxşı kişiyə polisdə yeri yoxdur. Başa düşdünüz? Azərbaycanda elə bir vəziyyətdir ki, kişidən polis düzəltmirlər, polisdən kişi düzəldirlər. Bitib o şey. Yəni, kişidən polis düzəltmək məsələsi bitib Azərbaycanda. Polisdən kişi düzəldirlər. Mən bunu sübut eləyərəm, eləmişəm də dəfələrlə. Mən sizə demişdim ki, mənə qarşı alçaqlıq eləməyin. Mən o oğul deyiləm mən. Mən bu millət üçün can qoymuşam. Həyatımı qoymuşam, mənə qarşı uğraşlıq eləməyin. Mən sizin başımıza oynatacağım. Mən sizi bir-birinizdən ayırmadan sizin başımıza oynatacağım polislərin, DTK-nın, paqondakan kim olur olsun hamıya aiddir. Mən bunu sizə demişdim. Eşitmədiniz, problem yoxdur. Mən də sizə eşitməyəcəm. Mən də sizə eşitməyəcəm. Bu gün də deyirəm, polisdə paqon taxan kişi qiriyyətsiz uğraşdı. Birbaşa arvadına haram yedizdirəm, anası cırıq, bağışlı cırıqdır. Başa düşdünüz? Özü də peysərdir, özü də bir nömrəli peysərdir. Namuslu kişi belə yerdə dura bilməz. Şəxsiyyətli kişi orada yer ola bilməz. Əgər polisdə şəxsiyyətli kişiyə yeri varsa, namuslu kişiyə yeri varsa, nədən polisdən bu qədər ərizəsini yazıb çıxanlar var? Niyə? Çıxmasınlar da. Əgər orada iyrəşlik yoxdursa, yaxşı kişiyə, yaxşı olan orada yeri varsa, nədən polisdə işləyənlərin bir çoxu bilirsiniz də var? Ərizəsini yazıb işdən çıxır. Niyə? Niyə çıxır? Çünki bilir ki, uğraşxanadır, peysərxanadır. Vicdanı qəbul eləmir, qeyrəti qəbul eləmir, çıxır. Bunların vicdanı qeyrətinə tər qəbul edir bunu. Demək ki, yoxdur da, hamısı vicdansızdırlar. Hamısı uğraş, peysər, arvadı qəhbə, anası bağışlı qəhbə, özləri peysərdirlər. Nə qədər paqon tağın var, hamısı anası qəhbələrdir. Hamısı bağışlı cırıq, peysər gedələrdir. Qutardı getdi, bunun başqa da ola bilməz.
Polisin müdafiə edənlər də özləri də anası, arvadı, qəhbə göt verənlərdir. Bunun başqa adı da ola bilməz. Oğraş biqriyyətdə, tıvar yığını. Məndən bu qədər dostlar. Allah amandı qalın, özünüzdən müğayət olun. İnşallah növbəti canlı yayımda da görüşənədək. Düzdür dostlar, bəzi dostlar, insanlarımız, qardaşlar zəng edirlər, danışırıq. Deyirlər tez-tez efirə çıxmırsan canlı yayımda. Dostlar, açığı deyim, çıxmağın nə mənası var ki? Hər gün çıxım, nə danışım ki? Təşkilatlanma olar, ideoloji bir iş olar. Yəni, real hərəkətə keçərik, real görüşlər olar. Nəsə edəcəyimizlə bağlı danışarıq. O görəcəyimiz işlə məşğullarıq. Görəcəyimiz işlərin üzərindən aparılan təbliğat nədirsə onu danışarıq, məsləhətə gələrik. Çıxarıq onun üzərindən təbliğat apararıq, danışarıq. Bu ayrı bir şeydir. Yoxsa mən çıxım hər gün nə danışım ki? Hər gün nə danışım ki? Ortalıqda danışanlar var, hamısı rejimə qarşı. Nəticə olaraq hamısı yeni sözü deyir, elə ki, mən qarşı. Sadəcə deyilən kəlmələrin hikmətində biraz fərq ola bilər. O nə bilim biraz məntiqli danışar, o ondan daha məntiqli danışar, bu bundan daha da çox məntiqli danışar, o biraz az məntiqli danışar. Amma nəticə olaraq eynidir. İlham astın, kəstin, öldürdün, dağıtdın, partlatdın, oğurladın. Hamı bilir bunu, hamı. Hamı bilir. Düzdürmü? Hətta insanlar üçün heç maraqsızdır artıq. Yəni vəziyyət elə yerə gəlib çıxır. Demirəm, insanların bəziləri deyir mənə adiyyəti yoxdur. Vəziyyət o yerə gəlib çıxır. Yəni təşkilatlanmaq lazımdır. Böyük bir gücə çevirmək lazımdır. Onun üçün də xalqın əgər kişilərində qeyrət varsa, namus varsa, bu buradan kişilərə səslənirəm. Sizdə qeyrət, namus, şərəf, şəxsiyyət varsa, ağıl, məntiq varsa, bir ləyaqətiniz varsa, cüzü, zərrə qədər olsa. Siz bu prosesə dəstək verməlisiniz. Biz böyük bir gücə çevirməliyik, təşkilatlanmalıyıq. Məsələ budur yəni. Hə, ortalıqdakılar deyəsiniz birləşmək, onlarla mən inanmıram. Yəni, bunlar o adamlar deyil. Yəni, bunlar Azərbaycan xalqının xilası üçün çıxmayıblar. Bunlar, yəni, o işin arxasından getmirlər. Yəni, gəlin biz bu rejimi devirək. Yox, belə bir şey yoxdur. Yəni, rejimi devirmək istəyən adamlar qətiyyətli olur. Düzə-düz əyri-əyri. Ortalıqdakılar, dostlar, hələ bir-birlərinə həqiqəti deməyə cəsarətləri çatmır. Səni məni necə xilas eləyəcək? Hə? Ortalıqdakılar bir-birlərinə səhvlərini deyə bilmirlər. Yəni ki, ay Rəfay, sən səhv elədin, ay Məmməd, sən səhv elədin, ay filan kəs. Hələ ortalıqdakılar o bir-birlərinə deyə bilmirlər. Sorsana deyir ki, mənim deyir, ondan salam mələküm var, ondan çörək kəsmişəm, dönər yemişəm, kola içmişəm, salam mələküm var, qardaş demişəm, deyə bilmərəm mən onu işdə. Hələ ki, bunlar bu gündədirlər. Yəni, bunlar bu gündə olan adamlar, yəni, öz əqidə yoldaşının səhvini üzünə deyə bilməyən, onu düzəldə bilməyən adam bu gün gəlib bizə nəyi xilas eləyəcək, nəyi təşkilatlandıracaq, kimi təşkilatlandıracaq, dostlar, qardaşlar. Məsələ budur. Yəni, bunlardan mən o şeyi gözləmirəm. Düzdür, mənə də təşrif gəlir birləşmək, təşkilatlanmaq falan. Mən deyirəm, qardaş, mən gəlim sizindən nəyi birləşim, mən ekranda nağarım mən. Mən nəyimə lazımdır ki, hər gün çıxı ekrandan danış. Neyinirəm ki, mən sənsiz də danışa bilirəm də. Düzdürmü? Hə, dostlar, mən adamlara deyirəm ki, qardaş, təşkilatlanmaq nə deyirsən, ekrandan çıxın mən sənin kanalıma, o mənim kanalıma. Mən bunu sənsiz də deyə bilirəm də, sən də mənsiz deyə bilirsən. Mənə lazımdır ki, real görüşlər. Real görüşlər keçirdək, insanlarla görüşək. Azərbaycan xalqının evlatları var Avropada, nə bilim, digər ölkələrdə təşkilat quraq, şəbəkə yaradaq, böyük bir gücümüz olsun. Mən neyirəm ekrandan danış? Mən nəyimə lazımdır ki, mən sənsiz də danışa bilirəm. Mən səninlə bir yerdə özümü kimə göstərəm ki, belə də göstərə bilərəm də göstərişdirsə. Göstərişdirsə belə də göstərərəm. Mən neyirəm ki? Gəl real hərəkətə keçək. Görüşlər keçirdək, cəmaatın içinə çıxaq. Mənə qarşı şər atmışsan, böhtan atmışsan, çıx etiraf eləginən, denə ki, səhv eləmişəm. Düzgün eləməmişəm. Bəli, buna Rafael məni söyüb buna görə, buna da səbəb mən olmuşam. O da düz eləməyib, söyübdür. Sən bunu denəm, mən də boynum alaram. Hər neysə bu səhvi ortadan qaldırmaq olar. Amma görən odur ki, bunlarda o şey yox, dostlar. Bu adamlar özlərini elə aparırlar ki, mənim haqqımda nə deyiblərsə düz deyiblər. Nə deyiblərsə düz deyiblər. Özlərini elə aparırlar. Olsun, neyək? Canları sağ olsun. Yəni deməyim odur ki, dostlar, ortalıqdakılarla o boş şeylərdir. Yəni, mənə də
təkliflər gəlir. Bayaq dediyim kimi təşkilatlanaq, birləşək. Dostlar, qardaşlar, mən özlərinə demişəm ki, mən səninlə birləşib nə var ki, mən ekrandan çıxıb nə danışacağım ki? Sənsiz danışa bilirəm, nə dinləm ki? Real əməli hərəkət yoxdursa, qardaş, istəmirəm mən o birliyi. Lazım deyil mənə. Real əməli hərəkət yoxdursa, mən heç kəsdən birləşmirəm, mənə lazım deyil. Mən belə də deyə bilərəm, sözümü. Neyinəm ki mən bunu? Düzdürmü? Adamlar görən olur ki, real əməli hərəkətdən qaçırlar. Qardaş, real əməli hərəkətdən qaçan adamlar mənə zəng eləməsin. Təşkilatlanaq, birləşək, bir yerə yığılaq, gücə çevrilək. Mənə zəng eləməyin, qardaş, narahat eləməyin mənə. Mənə real adamlar, real. Görüşlər keçirdik, adam balası kimi oturaq söz danışaq. Nə eləmək lazımdır, nə tərləmək lazımdır, plan projemiz nədir? Bizə bu lazımdır, qətiyyətli adamlar. Nə edirəm mən ekrandan çıxım, o mənim ekranıma çıxım, mən onu deyim. Mənə lazım deyil, qardaş. Get o ekranım, o da sən çıx, nə danışsan danış. Bu da mənim ekranımdır. Çıxıram, sözüm var, sözümü deyirəm, qutardı, getdi, bitdi. Məsələ budur. Mən neyinəm ekran üzərindən birləşdi, aya qoymayayım, bloger dəstəsi, nə bilim, İlham Əliyev rejimi bizdən qorxur, it kimi pisiyor. Yox, qardaş, mən rejimi qorxutmaq yox, rejimin devilməsi uğrunda savaşıram. Siz qorxutması uğrunda savaşırsınız, mən devilməsi uğrunda savaşıram. Fərqimiz budur. Məsələ budur, qardaş. Məndən bu qədər, sağ olun. Allah amanı qalın, dostlar. Növbəti canlı yayımlarda görüşənədək, sağ olun.